Şah Abbas ətrafındakı olanların qızılbaşları belə məhv elədi, o birisini belə öldürdü. Hamısının səbəbi var. Səbəbsiz heç nə yoxdur o dövrdə. Xorasanın itirilməsi şübhəsiz ki, Şah Abbas dövrüdür. Məsələn, tüfəngçilər mənə gəlir ki, Səfəvilərin ilk vaxtından olur. Venesiya apardıqları mallar var. O malları tapşırıb satdırmışlar. Onlar Venesiya bankında o pullar köçürülmüşdür. 11-ci əsrdən sonraki coğrafiya tamam fərqli coğrafiyadır. Xüsusilə də Monqollardan sonraki coğrafiya. Və ona görə də Səfət Safiyyə edilən mühüm dəyişiklik həmin dövrdədir. Azərbaycan padşahı falan şeylər. Bəli, Azərbaycan padşahı, Azərbaycan şahzadəsi. Rusca nəşrində də var o. Osmanlıca orijinalında da görürəm. Amma 1860-cı il London nüsxəsində İngiliscə yoxdur. Yoxdur. Çox maraqlıdır ki, Şah Abbas dövründə Osmanlılarla müharibə aparıldığı üçün Avropaya çıxış üçün həm diplomatik əlaqələrdə, həm də ticarət əlaqələrində erməni tacirlərindən üstünlük verilib istifadə olunubdur. Bu dövrün qaynaqlarında da keçir. Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzadlar kanalında sizi yenidən xoş gördük. Bugün alternativ tarix layihəmizin yeni bir qonağı var. Tarixçi alim, tarix üzrə tarix elmləri doktoru və Abbasqulu Bakıxanov adına Tarix İnstitutunun Orta Əsr Azərbaycan Tarixi şöbəsinin rəhbəri Tofiq Nəcəfidir, dəyərli alim. Xoş gördük sizi Tofiq müəllim. Xoş gördük. Xoş gördük. İnşallah söhbətimiz normal alınacaq və izləyicilər üçün də maraqlı olacaq. Bəli, əlbəttə ki, əlbəttə. Mövzumuz Səfəvilər mövzusunun davamıdır. Bilirsiniz ki, Namiq müəllimlə bizim Səfəvilərlə bağlı bir neçə verilişimiz oldu və indi Səfəvilər dövrünün digər görkəmli tədqiqatçısı olan Tofiq Nəcəfli ilə biz bu problemi davam elətdirmək istəyirik. Bilirsiniz ki, tarixşünaslıqda belə bir iddia var. Səfəvi dövləti Fars dövlətidir. Sadəcə orada türklər hakimiyyətdə olublar. Və xüsusilə də Azərbaycan tarixşünaslığında da belə bir iddia var ki, güya Şah Abbasdan sonra 16-cı əsrin sonlarından başlayaraq Səfəvilər dövlətinin mərkəzi İrana köçəndən sonra get-gedə dövlət yəni farslaşmağa başladı, fars mahiyyəti aldı və artıq bu dövlət İran dövlətinə çevrildi. Azərbaycan tarixşünaslığında və Sovet tarixşünaslığında belə bir iddia var. Xüsusilə də Əbülhəsən Rəhmaninin əsərində bunu görmək olur. O da görkəmli tədqiqatçıdır. Təbii ki, onun da arqumentləri var. İndi mən çalışacağım oponentlik eləyim ki, burada maraqlı bir diskussiya alınsın. Amma dünya tarixşünaslığında isə Səfəvilər əvvəldən elə İran dövləti kimi göstərilir və sadəcə deyirlər ki, 17-ci əsrin sonlarında artıq dövlətin sadəcə başında türk sülaləsi vardı və qalan dövlət tamamilə fars mahiyyəti almışdı. Bu barədə danışacağıq və elə Tofiq müəllimin də sahəsi məhz Səfəvilər dövləti olduğuna görə düşünürəm ki, o bu barədə bizə daha geniş məlumat verə bilər. Ümumiyyətcə, Tofiq müəllim, birinci sual bundan başlayaq ki, Şah Abbasın hakimiyyətə gəlmə məsələsi. Yəni o nə cür hakimiyyətə gəldi, hansı şəraitdə hakimiyyətə gəldi? Üzr istəyirəm bir şey deyim, deməli Əbülhəsən Rəhmani özünün rus dilində yazıb bu əsəri. Azərbaycan v konце 17 vekах belə bir əsər var. Yəni Azərbaycan 16-cı əsrin sonu, 17-ci əsr. Orada xüsusilə bu məsələyə toxunur və deyir ki, Səfəvilər dövləti Şah Abbasa qədər Azərbaycan dövləti idi, Azərbaycan mahiyyət daşıyırdı. Şah Abbasdan sonra o istər-istəməz farslaşdı. Ona görə ki, Xorasanda onu hakimiyyətə gətirən qüvvə güya ki, farslar idi. Yəni, bu barədə istəyərdim bir balaca aydınlıq gətirəsiniz. Samir müəllim, ilk öncə təşəkkür edirəm belə bir mövzunu ictimailəşdirmək üçün. Ən azından maraq doğuran tərəflər olduğu üçün. Şübhəsiz ki, buna çoxdan ehtiyac vardı, ancaq zaman çox şey həll eləyir. İlk öncə mən sizin səsləndirdiyiniz o ilkin fikirdən başlamaq istəyirəm ki, yaranmış dövlət Azərbaycan dövləti idimi, yoxsa İran dövləti idi. Təəssüflər olsun ki, tarixşünaslığımızda o qeyd elədiyin kimi 1981-ci ildə Əbülhəsən Rəhmaninin əsərində yaranmış dövlətin şübhəsiz ki, burada da Avropa tarixşünaslığının da müəyyən təsirləri var və eyni zamanda fars dilli qaynaqlarda da, tərcümə olunan qaynaqlarda da bilavasitə İran adı keçdiyi üçün buna əsaslanmağa çalışıblar. Ancaq onu qeyd edeyim ki, Səfəvi qaynaqlarında yaranmış dövlətin Azərbaycan dövləti olması fikri tarixçilərimiz tərəfindən sanki o nəzər diqqətdən yayınıbdır. Onu qeyd edeyim ki,
Şah İsmail dövründə yaşamış və əsərini 1540-cı illərə qədər Təhmasibin dövründə də yaşayıbdı və hətta inanc məsələsində müəyyən o mübahisələr sanki deyim ki, ortaya çıxdığı üçün Əbdülətif Qəzvinli vaxtı ilə Təhmasib tərəfindən zindana atılıbdır və 55-ci il, 54-55-ci illər götürür. 1554-55-ci ildə o vəfat edibdir və yazmış olduğu əsər Lübbət Təvarixdir. Həmin əsərin, bəli, Lübbət Təvarixdə maraqlı bir məqam var. O da ondan ibarətdir ki, 1501-ci ildə Şərur savaşından sonra İsmail və tərəfdarları Qızılbaşlar Təbrizə daxil olublar. O açıq aydın yazır ki, onlar Azərbaycan taxtgahının yerləşdiyi, yəni Azərbaycan məmləkətinin mərkəzi, dövlətin mərkəzi olan Təbrizə daxil oldular və taxtaca yiyələndir. Buna yaxın... Bu çox maraqlı bir məqamdır. Deməli, Lübbət Təvarix əsərində... Bəli, Lübbət Təvarixin, yəni onun türkcə tərcüməsi də var, farsçası da var. Yəni, maraqlı tərəflər baxa bilərlər. İkincisi, ən mühümü, yeganə nüsxəsi Sankt-Peterburqda saxlanılan, maraqlıdır ki, 17-ci əsrin əvvəllərində Şah Abbasın öz əli ilə, dərkənarı ilə Ərdəbil təkkəsində vəqf elədiyi Budaq Münşü Qəzvininin Cəvahirül Əxbar əsəridir. Həmin əsərində də Budaq Münşü uzun müddət katib işləmişdi və rəsmi sənədlər də əlində idi. O da eyni həmin məsələyə toxunur və bildirir ki, İsmail və tərəfdarları Şərur savaşından sonra Azərbaycan taxtgahına yerləşdiyi Təbrizə daxil oldular və öz iqtidar bayrağını yüksəltdi. Yəni, bu açıq aydın etirafdır ki, həmin dövrdə yaranmış dövlət hansı İrandan söhbət gedə bilərdi? Yəni, özündə və ən mühümün odur ki, və onlar dönə-dönə xatırladırlar ki, onlar babası Uzun Həsənin bilavasitə o sarayında taxtaca oturdu və bunu ətraflı işıqlandırır orada və həmin əsərin də türkcə tərcüməsi də var. İndi mənim təşəbbüsümlə bizdə şərqşünaslıq ünsunda Elxan Quliyev var. Artıq tərcüməni bitirib redaktə eləmişəm. İnşallah bu yaxınlarda o kitabın da çapı gözlənilir və o deyirəm, yeganə nüsxəsi Sankt-Peterburqda saxlanılıb həmin qaynağın özü də müəllif imzası iləndir. Yəni yeganə nüsxədir Budaq Münşü Qəzvininin və 2001-ci ildə onun Tehran nəşri vardı. Onun əsasında da tərcümə olunubdu və Türkiyədə onun yalnız Səfəvilər hissəsi çap olunubdur. Çünki onun əsəri ümumi tarix səhifəsindədir. Onun əvvəlki dövrü şübhəsiz həm Qaraqoyunun, Ağqoyunu dövrü də var. Burada isə o üçü də bir yerdə demək olar ki, elmi ictimaiyyətə çatdırılacaqdır. Və yaranmış dövlət şübhəsiz ki, İsmail yaratdığı dövləti babası Uzun Həsənin mirası kimi qəbul edib. Bunu dünya tarixçiləri, o cümlədən Avropa tarixçiləri vaxtı ilə Römerin fikri idi və digərləri də onu qəbul ediblər və Seybor özü də etiraf edir ki, Uzun Həsənin varisi kimi İsmail taxtacda oturdu və babasının yaratmış olduğu dövlətlərin sərhədləri daxilində də çalışdı ki, öz dövlətini demək olar ki, bərpa edə bilsin. Bəzən ümumi söhbətdə və yaxud da ki, maraqlı tərəflər də o sualları ünvanlayırlar ki, İsmail nəyə görə 1508-ci ildən sonra Şərqə Xorasana marağında oldu? Ona qədər və çox maraqlıdır ki, 1508-ci il Ərəb İraqının və eyni zamanda 7-8-ci illərdə baba yurdu olan Diyarbəkirin tutulması ilə biz Ağqoyun sərhədlərinin demək olar ki, İsmail tərəfindən tamamilə öz dövlətlərinin sərhədləri daxilinə daxil edildiyini görürük. Və bundan sonraki dövrdə nəzərə alsaq ki, dövlətin idarə edilməsində iştirak edən başlıca qüvvə Qızılbaşlar türklərdir. Vəzifəyə gətirilənlər də oldu. Yalnız müəyyən hissəsində, xüsusən də mülki yazışma və digər məsələlərdə biz İsmailin və o qələm əhli olan, yəni tacik kökənli olan o dövrün tanınmış şəxslərindən də istifadə edildiyini görürük. Bu var, bu qəbul ediləndir. Və gəlirik 16-cı əsrin sonlarına doğru və tarixşünaslıqda sizin də o məsələni qeyd etdiyiniz kimi belə bir fikir var. Hətta bizim görkəmli tarixçimiz, mənim də müəllimim və elmi rəhbərim olub, Oqtay Əfəndiyevdə də var ki, yəni 1590-cı ildə İstanbul sülhünün imzalanması ilə Azərbaycanın böyük bir hissəsi itirildi. Yəni paytaxt da ardınca köçürüldü. Ona görə də dövlətin tədricən İranlaşması prosesi getdi. İndi biz dövrün qaynaqlarından çıxış eləyərək bunu necə görə bilirik? Bu həqiqətən belədirmi? O qeyd etdiyim kimi Abbas 1571-ci ilin yanvarın 27-sində Heratda doğulub. Yəni Məhəmməd Xudabəndi ilə Xeyranisa bəyimin
ailəsində dünyaya göz açıb. 2 yaşı olan zaman onun atasının Şiraza, yəni Fars vilayətinə göndərilməsi ilə bağlı məsələ ortaya çıxıb və orada da bu azyaşlı uşaq olduğu üçün göndərilsinmi, göndərilməsənmi? Yəni onun böyük qardaşını təyin eləmək istəyib ora Məhəmməd Xudabəndə və sonunda isə artıq qərara alınıb ki, Şahbulu Sultan Ustazının nəzdində o qalır Heratda. Və həm də onunla bağlıdır ki, deyir ki, bundan böyük qardaşı 7 yaşından böyükdür. Deyir, əgər olsa ki, o özü artıq dərk eləyir nədir, onun qalması belə çətin olacaqdır. Ona görə də razılaşdırılır, bu qalır. Və artıq 76-cı ildə, 76-cı il 22 avqustunda hakimiyyətə gələn 2-ci İsmail şübhəsiz ki, vaxtı ilə həm qardaşının və eyni zamanda onun 19 illik o zindan həyatı, keçdiyi o istirablar müəyyən dərəcədə idarə etmədə özünü göstərir. Və ona görə də həmin bəli, o paizdə biz həmin ərəfədə də çünki onun hakimiyyətinə qarşı Heydər Mirzəni müdafiə edən başqa qüvvələr başında ustacılar dururdu. Şahbulu ustacı da ona görə də öldürülür və artıq azyaşlı Abbas üçün onu öldürmək sifarişini alan Vəliqulu xan ona tapşırılır ki, öldürsün. Çox maraqlı dövrün qaynaqlarında var ki, o gəlib çatır artıq Herata və Herata çatdığı zaman Ramazan ayıdır və anası da bildirir ki, bu müqəddəs ayda kiminsə öldürülməsi yol verilməzdi və həmin günü ləngidirir və səhərsi gündə deyir Ramazan bayramı düşdü, ona görə də bunu götürmək lazım gəldi. Ona görə də 2-3 gün müddətində artıq az müddətindən sonra xəbər çatdı ki, 2-ci İsmail artıq ölür və ona görə də biz azyaşlı Abbasın xilas olduğunu görürük. Yəni Abbasın uşaqlıq illəri demək olar ki, Heratda keçib və 80-ci illərin əvvəllərində isə artıq görürük ki, Abbas Heratla Məşəddəki qüvvələr arasında, yəni Şamlılarla gələcəkdə ustacılar arasında bir müddətdə təkəllərdir, çəkmə mövzusuna çevrilib. Yəni onu kim himayə edəcək? Gələcəkdə bu azyaşlı şahzadənin hakimiyyətə kim gələcək? Və ona görə də biz Mürşidqulu xan ustacılığı ilə o dövrdə Vəliqulu xan Şamlar arasında gedən, Vəliqulu xan Şamlar arasında gedən mübarizəni görürük və son anda Mürşidqulu xan qalib gəlir Məşəd hakimi kimi və onun himayəsini alır, bəli. Və ona görə də çünki 81-ci ildə onu hakimiyyətə gətirmək şansı özünü doğrultmur və artıq 86-cı ilin dekabrında da onun qardaşı Həmzə Mirzənin Gəncə ətrafında dekabrın 5-də öldürülməsindən sonra vəziyyət tamamilə dəyişir. Və belə bir halda biz Abbasın 87-ci il oktyabrında hakimiyyətə gətirildiyini görürük. Və çox maraqlıdır ki, onun hakimiyyətə gəlişinin çünki atası hakimiyyətdədir. Atası hakimiyyətdən uzaqlaşdırılsa da biz qonşu Osmanlılarda gördüyümüzü burada görmürük. Atası öldürülmür, 95-ci ilə qədər o yaşayır. Və ona görə də bəzən sual doğur ki və o demək olar ki, Şah Abbasın yeritdiyi siyasətə qarşı o mövqedən çıxış edənlər üçün sanki bir mövzu ortaya çıxır ki, Şah Abbas ətrafındakı olanların qızılbaşları belə məhv elədi, o birisini belə öldürdü. Hamısının səbəbi var. Səbəbsiz heç nə yoxdur o dövrdə. Yəni azyaşlı Abbasın hakimiyyətə gəlişi zamanı şübhəsiz ki, Səfəvi dövlətinin ən gərgin siyasi böhran keçirdiyi dövrdür. Torpaqlarımızın böyük bir hissəsi dövlətin itirilibdir o dövrdə. Və artıq Xorasan uğrunda Şeybanilərin hücumlarıdır. 87-88-ci illərdə biz artıq bir-birinin ardınca artıq Xorasanın, Heratın, Məşədin itirildiğini görürük. Yer gəlmişkən, belə bu sualda sizə verib, buradan da bəzilərinə elə açıq-aşkar deyək. Yəni bu qaranlıq bir şey qalmasın. Bəli. Xorasan konkret olaraq kimin dövründə itirilib? Xorasanın itirilməsi şübhəsiz ki, Şah Abbas dövrüdür. Yəni Şah Abbasın hakimiyyəti ilk illərinə düşür. Və maraqlıdır ki, 88-ci ilin həm yazında, həm də payızında uzun 9 aylıq mühasirəsi getdi o dövrdə Heratın və Herat itirildi. Heratın itirilməsi ilə də eyni vaxtda biz həm də Osmanlı ordusunun Gəncə Qarabağa yürüşün və Naxçıvanın tutulduğunu görürük. Həmin ilə düşür və ona görə də vəziyyət gərgindir. Çıxış yolu yalnız Osmanlılarla sülhə getməkdir. Çox maraqlıdır ki, hakimiyyətə gəldiyi dövrdə Şah Abbas şübhəsiz ki, Qızılbaş tayfalar arasında mübarizə gedir və bu mübarizənin qarşısını almaq, mərkəzi hakimiyyəti möhkəmləndirmək tələb olunur. Ondan mühüm, ciddi addımlar atılması gözlənilir və bu addımları da atdı. Və məsələn, hakimiyyətə gəldiyi günün səhərisi dövrün qaynağı da Oruç bəy Bayat da onu yazır ki, dövrün tanınmış 22 Qızılbaş əmirini edam etdirdi. Və çox maraqlıdır ki, bunun ardınca o hakimiyyətə gəldiyi dövrdə ortaya çıxan ən mühüm bir məsələ var. Şah Abbas kimi arxalanmalıdır.
Yəni onun əsas o dayaq nöqtəsi kimlər olmalıdır? Və Şah Abbas o demək hakimiyyətin ilk günlərində o gərgin dövrdə bir onun müraciəti var. O müraciətin nəticəsində 16-cı əsrin əvvəllərində ortaya çıxan şahsevən məsələsinin Şah Abbas dövründə daha qabarıq şəkildə özünü göstərdiyini görürük. Ona görə də o şahsevənlər artıq Şah Abbasın hakimiyyətdə möhkəmlənməsini təmin edən ən mühüm qüvvəyə çevrildi. Onda deməli belə söz şahsevənlər məsələsi hələ 16-cı əsrin əvvəlindən var. Bəli, Şah İsmail dövründə o da bilirsən necədir? Yəni Şah İsmail dövründə özlərini şahın yolunda fəda etmək istəyənlər dövrün qaynaqlarında şahsevən kimi keçib və o Təhmasibdən sonraki dövrdə biz onun qabarıq şəkildə ortaya çıxdığını görürük ki, onun da bariz nümunəsi şübhəsiz ki, Şah Abbas dövrüdür. Və Şah Abbası düşündürən mühüm məsələ nə idi? Çünki həmin dövrdə şahın dini işlər üzrə müavini kimi Xulafətul Xulafa var. Və çox maraqlıdır ki, ona mühüm zərbəni 2-ci İsmail vurdu, Hüseynqulu Rumlunu hakimiyyətdən uzaqlaşdırmaq üçün və çünki təkcə paytaxtda 10 minlik sufi qüvvəsi var, onun dayağı kimi. Yəni indi onu düşündürən məsələ budur. Kim arxalanmalıdır? Həmin sufilərəmi? Yoxsa yeni bir dayaq yaratmalıdır? Və ona görə də o qulam dəstələrinin yaradılması, o məsələnin əsasını Təhmasib qoymuşdu. O Abbasla başlamayıb. Təhmasib dövründə həm Gürcüstana yürüş nəticəsində ələ keçirilən əsirlərin, onların övladlarının necə Osmanlılardakı yeniçərilər kimi tərbiyə alması, təhsil alması. Çünki dövrün qaynaqları da etiraf edirlər ki, onlar türkçədən başqa dil onsuz da bilmirdilər. Və ona görə də onları arxalanmaqla o narazı qüvvələri bir onun sıradan çıxartdığını görürük. Və ortaya növbəti məsələ çıxır. Çünki o əks mövqedən düşünənlər bəzən deyirlər ki, Şah Abbas dövründə hansı nə islahat keçirdib, nə edib? Yəni tamamilə nəzərə alsaq ki, Səfəvi şahları arasında, yəni bilinən 11-ci azyaşıda 10 şah arasında Avropa tədqiqatçıları tərəfindən, yəni İngilis, Fransız tədqiqatçılar tərəfindən ən çox yazılan Şah Abbasdır. Ən mühümə, məsələn 1932-ci ildə Fransız tədqiqatçısı Louis Bellanın məşhur onun görkəmli şərq hökmdarlarına həsr olunmuş çox cilidliyi var. Onun bir cildi bilavasitə Şah Abbas həsr olunub. Yəni 32-ci ildə hələ Sovet tarixşünaslığında Şah Abbasla, Səfəvilərlə bağlı hələ demək olar ki, normal fikir ortada olmayan bir dövrdə biz onu görürük. Və yaxud da ki, İsmaillə bağlı ilk yazılan əsərlər Qulam Sərvər Obisi 34-cü ildir. Səfəvi mənbələrinin Avropada, İngilis dilində tanıdılması 32-34-cü illərə düşür. Və ona görə də həmin dövrdə belə bir əsərin yazılması, yəni Wikipediyada var, maraqlananlar yükləyib istifadə edə bilərlər və artıq və ondan sonraki dövrdə də çox maraqlıdır ki, Səfəvilərlə yazılmış əsərlərdə ən başlıca qüvvə kimi Seyvorun oxuyun. Orada da ən mühüm diqqət ona yönəldilib Şah Abbasın xidmətləri ilə bağlı və Şah Abbasın keçirdiyi islahatlar həm rəhmət sahəsindədir, inzibati islahatlarıdır və eyni zamanda hərbi islahatdır. Məsələn, Qızılbaş ordusu əvvəlki dövrdə, yəni Təhmasib dövrü, İsmail dövründə bilirik ki, əsasən şahın mühafizəsində olan qoşu dəstələridir və vilayətlərdəki çərik ordusudur. İndi Şah Abbas hakimiyyətə gəlib, o kimi arxalanmalıdır. Çox maraqlı ki, 90-cı illərin əvvəllərində artıq sülh bağlanıb, onun 91-92-ci ildə Xorasana yürüşü planlaşdırılıb və elan eləyib, çağırış eləyib ki, Qızılbaş əmirləri gəlsin. Qızılbaş əmirlərinin böyük əksəriyyəti imtina eləyib onun çağırışından. Və ona görə də əsaslı ordu islahatının başlanması 92-ci ildir. O dediyimiz həm ordunun yenidən qurulması, başlıca zərbə qüvvəsi kimi biz yenə də qorçunu görürük. Çünki Səfəvi hərbi yerarxiyasında ən yüksək pilləni tutan qorçubaşıdır. Qullar ağası ondan sonraki yeri tutur. Tüfəngçi ağası da ondan sonra gəlir. Yəni o rəhbərlikdə yüksək zirvədə biz qorçubaşını görürük. Yəni bu mənada, yəni Toğman, yer gəlmişəm, bu tüfəngçilər məsələ. Tüfəngçilər mənə gəlir ki, Səfəvilərin ilk vaxtından olur. Yoxsa indi fikir verin. Yəni Səfəvi ordusunda ordu silahlardan istifadə olunması ilk tarixdəndir. Yəni məsələn Fütuhat-ı Şahinin verdiyi məlumata görə, Hərəbinin verdiyi məlumata görə 1500-cü ildə Bakı uğrunda gedən döyüşlərdə ordu silahdan istifadə olunur. Və yaxud da ki 1501-ci ilin Şərur döyüşündə biz ordu silahdan istifadəni görürük. Ancaq ordu silahlardan necə? Səfəvi tərəfdən yoxsa yəni ordu silahdan istifadə olunur. Bunu mənbə verir və eyni zamanda Səfəvilərin, yəni Qızılbaşların ordu silahdan istifadə edilməsinin tarixi daha əvvəldir. Yəni 70-ci illərin sonu 80-ci illərin əvvəllərində, 88-ci il yürüşlərində, məsələn Şirvandan gedəndə Gülüstan qalası önündə biz ordu silahdan istifadə edildiyini görürük. Yəni bunlara mənbə verir o dövrdə. Və eyni zamanda İsmail dövründə çox maraqlıdır ki, Çaldıran məğlubiyyəti artıq Səfəvilərə ordu silahın nə olduğunu göstərdi.
Ona görə də odlu silahdan istifadə edilməsi, məsələn 1516-cı ildə İsmailin tərəfindən xüsusi o tüfəngçi qrupunun yaradılması ilə bağlı qaynaqlarda məlumatlar var. Ən mühümü Təmasib dövründədir. İndi fikir 1528-ci il məşhur Cam döyüşü. Həmin döyüşdə 1000 nəfərlik tüfəngçilər dəstəsinin biz o istifadə olunduğu ilk tüfəngçi ağasının, tüfəngçi başının orada olduğu ilə bağlı məlumatlar şeyxinin rəhbərliyi altında və sonrakı dövrdə onun nəslindən olanların və top dökümündə də var. Topçu başı kimi uzun müddət mühüm yer tutub və Səfəvilərin istifadə etdikləri toplar var. Yəni Zərbuzan toplarından tutmuş ən ağır mühasirə toplarıdır və eyni zamanda odlu silahdır. Odlu silahda Səfəvilərin özlərinin yaratdığı əcəm tüfəngi var. Yəni bir fitilli tüfənglər var və şaxmaqlı tüfənglər. Və 17-ci əsrə keçsən biz onun daha da möhkəmləndiyini görürük. Fransız silahları məsələn vaxtı ilə səyyahlar gətirmişdi və ondan 2-ci Abbas dövründə yerli növbəti silahın yaradılması ilə bağlı təşəbbüslər olduğunu görürük. Yəni odlu silahlardan istifadə olunması biz topçu və eyni zamanda tüfəngçi dəstələrinin olduğunu görürük. Şah Təhmasib dövründə var. Məsələn 30-cu ildə Təhmasibin ilk bir orduya baxışı var. Onunla bağlı Xülasət Təvarixdə xüsusi fəsil var və o bizə məlumat verir və o bölgədə 120 minlik ordunun keçidi var. O keçiddə həm süvari dəstələrdir, başda Əlqasım Mirzənin 4 minlik dəstəsi, Bəhram Mirzənin 3 minlik dəstəsi və digər Qızılbaş əmirlərinin hamısının 8 minlik, 12 minlik, yəni sayların hamısı rəqəmlə verir və onların içərisində həm də biz tüfəngçi dəstəsinin o dövrdə keçdiyini görürük ki, artıq nizami ordu daxilində, daha doğrusu Çərik ordusunun daxilində biz həm də tüfəngçilərin istifadə olunduğunu görürük və eyni zamanda məsələn 48-54-cü ildə artıq Təhmasibin müdafiədən hücuma atdığı addımlarda, məsələn Van qalansının alınmasında biz ilk dəfə mühüm toplardan, daha yeni toplardan istifadə olunduğunu görürük. Yəni bunları o dövrün qaynaqları verir. Həm də ən mühümü qazqan deyilən, yəni hərb sistemində indiki minamyotu əvəz edən silahdır. Vanda onun istifadə olunur. Yəni o bilirsən necədir? Onun ağzı qazana oxşuyub. Ona görə də dövrün qaynaqlarına qazqan adlanıb və o hündürə atıb qalanın arxasına atmaq üçün minamyot kimi istifadə ediblər. Bəli. Yəni bizdə minamyot qazqan deyilmişlər, bizdə var imiş. Var, əlbəttə ki var onlar. Yəni özdə o 52-ci il, 1552-ci ildə Vana hücum zamanı qazqandan istifadə olunması mənbə verir. Yəni ona görə də onu məsələn biz Bulaq Müşü Qəzvininin əsərində də görürük ki, onun haqqında məlumat da verir və ondan istifadə. Yəni o qarşı tərəfi də deyir müəyyən qorxu yaradan bir şeydir. Çünki az bir qüvvə ilə, 2000'lik qüvvə ilə Təhmasib qalib gəlib, o mühasirəni yara bilib o dövrdə gözlənilməyən bir şeydir. Necə Cam döyüşündə onun ilk o sərkərdəlik qabiliyyətini üzə çıxardan döyüşdü. Yəni onun nəinki şah, az yaşlıdır, nədir? 28-ci il 14 yaşı vardı. 14 yaşında onun hərbi taktikası, onun o müəyyən etdiyi strategiya çoxsaylı qarşı tərəfin Ubeydullah xanın məğlubiyyətini təmin edib. Yəni onun o hərb dühası idi ki, ilk girdiyi açıq döyüşdə qalib gəlib. Bu yəni dövrün qaynaqlarında bunlar keçir hamısı, onlar var. Doğrudan 14 yaşında siz inanırsınız ki, o 14 yaşında özü idarə edib o boyda qoşunu, yoxsa maraqlıdır deyim sənə nədir? Deməli, döyüşün ilkin anında Şeybanilərin sağ cinahı bu Qızılbaşların sol cinahın geri oturduqdur. Və məsələn dövrün qaynağı da yazır ki, həmin dövrdə deyir atların o ayaqlarından qalxan tozanaq deyir, o dərəcədə deyir göy tutmuşdu ki, qarşı tərəfdən kimin olduğu da deyir bəlli deyildi. Və çox maraqlıdır ki, Ubeydullah xanın və özbəklərin bilavasitə Ordubazarı ələ keçirməsi və Qızılbaşların o atıb getdikləri xəzinəyə yiyələnmək başının qarışması Təhmasibin müəyyən etdiyi taktiyə ilə qələbəni təmin edib. Ubeydillah yaralanıb aradan çıxıb, ona görə də həmin qələbə onun adına yazılıb. Yəni dövr üçün mühüm hadisədir və 2 ildən sonra isə artıq yaratmış olduğu ordu ilə nəzərə alsaq həmin dövrdə Səfəvi taxtacı uğrunda Qızılbaş əmirləri arasında əsas çəkişmələrdir. Təkəllərin ardınca qalxdı, ona qədərki dövrdə Rumlularla baş verən hadisələrdir. Və ardınca isə 30-cu illərin əvvəllərində ən sadiq Şeyx xanın uzaqlaşdırılması ilə 34-cü ildə tam real hakimiyyətin biz Təhmasibin əlində yiyələndiyini görürük. Və ondan sonra onun atdığı addımlar, onun əgər maraqlı olanlar onun təzkirəsindən də baxa bilər. Onların hamısı xırdalığına qədər orada öz əksini tapıb. Zəhmət olun, bu Şah Abbas məsələsinə qayıdaq. Bəli. İndi Şah Abbasın arxalandığı qüvvələrdən danışırdıq. Bəli. Mən sual verdim tüfəngçilər. Deməli əvvəl də varmış. Bu çünki biz indi qulaq asanların əksəriyyəti məktəb müəllimləridir. Mən istəyirəm bunlar da bilsin ki, real tarixdə əslində tüfəngçilər daha əvvəldən, bu mənim üçün də açığı. Yox var, yəni ayrıca bir dəstə kimi. Mən bilirdim ki, tüfənglərdən istifadə olunur. Sadəcə sırf ayrıca bir dəstə kimi
tüfəngçilərdən bir qoşun növü kimi istifadə olması deməli daha əvvəl siz Erkəndir, bəli. Təhmasibin dövründən var. Bəs onda Şah Abbasın həyata keçirdiyi islahat nə idi onda? Sadəcə olaraq onu təkmil bir qüvvə kimi ayırıb kompleksləşdirən Şah Abbasdır. Aha. Yəni ordunun söhbət kompleksləşdirilməsindən gedir. Həm də ən mühümü nədir? Məsələn, mən yadımdadır ki, o mühazirələrimdə də qarşı tərəfə daim sual verirdim ki, Şah Abbasın deyir ki, nizami ordu yaratdı. Hə. Yaradılmış, yəni 116 minlik sonraki dövrdə 144 mindən çatdırılıbdı. Bu ordunun maliyyə qaynağı olmalıdır axı. Yəni əvvəlki dövrdə nəyə görə onlar hamısı vilayət hakimlərinin üzərinə atılırdı. Yəni sən tüyul verilibdi, tüyuldan yığıldığını həm ordunu təmin etməliydin, həm də çağırışa cavab verib gəlib iştirak etməliydin. Tipli orduydu da, Monqol dövründə. Yəni yalnız sarayın xidmətində məsələn Şah Təhmasib dövründə 5-6 minlik qoşu dəstəsi olubdu. Bunu Aleksandr da vaxtı ilə deyir. Yəni o artıq onun mühafizə xidmətidir və zərbə qüvvəsidir. Ondan istifadə edibdi. Amma çox maraqlıdır ki, Şah Abbas dövründə artıq o Yerimdə 92-ci il islahatın başlanmasının ilk mühüm amili idi ki, onun çağırışından imtina olundu və lazım oldu və əvvəlki maliyyə məsələsinin üzrə Hatəm bəy Ordubadini gətirmişdi. Bir müddətdən sonra onu artıq Etimad Dövlət baş vəzir təyin elədi və arxalandı. İkisinin bir yerdə də 90-cı illərin 98-ci ildə keçirilən islahatın nəticəsidir. Və o islahatın gedişində artıq Şah Abbas o qeyri-müsəlmanlardan, yəni vaxtı ilə Çərkəzlərdən, onların içərisində çox mühüm hissəsi gürcülərdir, erməni olanları da var və bunların müsəlmanlığı qəbul edib sarayın xidmətində boya başa çatdıqdan sonra onları qulam dəstəsinə yazdı. Və eyni zamanda Səfəvilərin qorçu dəstəsi nəzərə alsaq ki, Şah İsmail dövründən var idi. Bakının mühasirəsi dövründə Əbdülqədir də qorçu dəstəsinin rəhbəri idi. Yəni qorçular əvvəl də vardı, onları daha təkmil hala saldı və 20 minlik qorçu dəstəsinin yaradılmasıdır. Onlar qızılbaşlardır, süvari dəstə idi hamısı və silahlanması vardı hamısı. Və eyni zamanda o qulamlar dəstəsi ilə yanaşı tüfəngçiləri və topçuların təmin olunmasıdır. Bəzən tarix ədəbiyyatında o qeyri-peşəkarlar tərəfindən səsləndirilir ki, onlar da qeyri-türkləridir, filan şeydir. Əslində tüfəngçilər arasında məsələn Dərbənd tüfəngçiləri var, Təbriz tüfəngçiləri var, Azərbaycan tüfəngçiləri adı altında Məmmədə kifayət qədər o qüvvələr var ki, ən ağır döyüşlərdə belə biz Şah Abbas tərəfindən göndərilən tüfəngçi dəstəsini görürük. İndi fikir verin, 1598-ci ildə onun Xorasana hərbi yürüyüşü zamanı 10 minlik tüfəngçi dəstəsi var. 10 minlik tüfəngçi dəstəsi və topçuların önündə gedib və onların önündə isə həmin dövrdə biz oxçuların getdiyini görürük ki, yəni müəyyən dərəcədə özü də çox maraqlıdır ki, əvvəl tüfəngçilərin piyada qüvvə kimi yaradıldığı bəllidir. Ancaq bir müddətdən sonra artıq görürlər ki, yürüyüşə gedən zaman hərəkəti ləngitdiyi üçün tüfəngçilərə də atlar verilir. Atdan istifadə olunub deyir. Bir müddət sonra da biz hətta deyir atlar üzərində tüfəngdən istifadə edildiyini görürük. Ancaq onu hərəkəti sürətləndirmək üçün istifadə olunan ən mühüm amillərdəndir. Və 1598-ci ilin avqustun 10-u bu məşhur Pulisalar döyüşündə Şah Abbasın Şeybanilər üzərində qələbəni təmin edən ən mühüm amil şübhəsiz ki, orada tüfəngçilər və topçulardan məharətlə istifadə olunmasıdır. Və həmin döyüşdə də eyni Mərv döyüşündə Şah İsmailin tətbiq etdiyi taktikanın eyni ilə biz Şah Abbas tərəfindən həyata keçirildiyini görürük. O da nədir? O bəzən biz ona qur savaşı deyirik. O Turan taktikasında istifadə olunan zaddır. O hərbi taktikadır. O da nədən bəhrələnir? Yəni Məşəddə olan zaman artıq yürüyüş bəllidir ki, Din Məhəmməd xana qarşı aparılacaqdır Şeybanilərin. Və o Heratda qaladadır. Onu qaladan çıxartmaq lazımdır. Necə Mərvdən vaxtı ilə Məhəmməd Şeybanini çıxartmaq üçün İsmail məktublar və ətrafa da xəbər yaydılar ki, bəs yürüyüş olunub geri dönməliyəm. Eyni ilə də burada Abbas onu düşündü və məlumat yaydı ki, təcili geri dönür və ətrafa xəbərlər göndərildi və bir az bir qüvvədə Herat yaxınlığında saxlanıldı və Din Məhəmməd xan məcbur olub qaladan çıxdı ki, onlarla döyüşə getsin və qarşılaşdı Pulisalarda Şah Abbasın qüvvələri ilə və döyüşdə də məğlub oldu, öldürüldü. Yəni bu mənada Şeybanilərin hakimiyyətinə son qoyulması. Şah Abbasın hərbi o düşüncəsi çox maraqlıdır ki, onunla bağlı ən mühüm fikirləri vaxtı ilə Avropa tədqiqatçıları səsləndirirlər və eyni zamanda biz vaxtı ilə doktora tezi kimi işləyibdi. Şöylə Quyunin Şah Abbasla bağlı əsəridir. Eyni zamanda Seborinin əsərində də ona böyük adının qazanması elə belə deyil. Yəni Avropa tədqiqatçılarının Şah Abbasa necə böyük Pyotr deyildiyi kimi Rusiyada imperiyanı yaradana Abbas dövründə də Böyük Abbas kimi xatırlanması elə belə deyil. Əgər belə olmasaydı İskəndər bəy Münşü əsərinin birinci kitabının sonunda o 12
xüsusi bəndinə Şah Abbasın xüsusiyyətlərini qiymətləndirməzdi. Yəni bu elə belə deyildi. Yəni Şah Abbas şübhəsiz ki, məhv olmuş dövləti nəinki öz keçmiş ehtişamını bərpa elədi və onu daha da möhkəmləndirdi, daha da genişləndirdi. Yəni bu anda onun xidmətləri sayəsində mümkündür ki, onu görməmək ən azından o dövrün qaynaqlarından xəbərsiz olmaq və tarixi reallığı düzgün qiymətləndirməməkdir. Mən belə düşünürəm ki, Şah Abbasla bağlı düzdür, tarixşünaslığımızda ayrıca tədqiqat əsəri kimi son dövrlərdə işığımızı görüb ki, 2023-cü ildə Mehman Süleymanovun o 7-ci, 8-ci illikləri Şah Abbasa həsr olunubdur və ona qədərki dövrdə biz Şah Abbasla bağlı ayrıca tədqiqatı görmürük. Ancaq bununla bağlı qeyd elədim ki, Avropada da kifayət qədərdir. Türkiyədə də yazılıbdır, vaxtı ilə Cihad Aydıoğluoğlu'nun Şah Abbas və Zamanı əsərində onu qələmə alıbdır. Və Azərbaycan dilinə tərcümə olunmuş onun müəyyən hissəsi, girişi çıxmaq şərti ilə. Və bu mənada, yəni Şah Abbasın Azərbaycan dövlətçiliyi qarşısında xidmətləri əvəzsizdir. Və bəzən onu qınayırlar ki, dövlət necə, vaxtı ilə İsmaili qınayırdılar ki, İsmailin yaratmış olduğu dövlətlərin sərhədi Sasanilər dövrünün sərhədi ilə üst-üstə düşür. Yəni bu o İran dövləti fikrinin ortaya çıxmasının kökündə duran məsələlərdən biridir. Hayır, onu soruşacaqdım sizdə. Yəni çox maraqlı fikir hardan çıxır? Yəni onu vaxtı ilə Faruk Sümer onun cavabını vermişdilər 1976-cı ildə əsərində ki, yəni normal düşünən o nüfuzlu tədqiqatçılar bu dövlətə İran dövlət kimi qiymətləndirilməsi mümkünsüzdür və ən mühümü dövlətin sərhədlərinin hansı dövlətin sərhədləri ilə üstə düşməsi onun xarakterini dəyişmir. Yəni belə bir şey elmdə, tarix elmində ümumiyyətlə yoxdur. Qaldı ki, o sərhəd ilə Sasanilərə uyğun gəlirdi və bizim Sasani İran dövləti adını verməsi şübhəsiz ki, əbəsdir. Bunun heç bir elmi əsası yoxdur. Tarixşünaslıqda belə bir fikir var ki, Toyq müəllim, belə bir fikir var ki, siz gözəl bilirsiniz, sadəcə mən izləyicilərə görə deyirəm. İran dövlətçiliyinə 7-ci əsrdə ərəblər son qoyur. Hətta bəziləri deyir ki, orada da son qoymur. Son qoyur. Daha sonra burada müxtəlif dövlətlər yaranır bu ərazidə. Səlcuq dövləti və s. və ilaxirə və Şah İsmail, xüsusilə də Bartoldun mən əsərlərində bunu oxumuşam. Qərb tarixşünaslığında da bu var. Şah İsmail güya yeni İran dövlətini bərpa elədi. Belə bir fikir var. Və orada bunu əsas gətirirlər ki, güya Şah İsmail taxta çıxarkən özünü Kəyan taxtının varisi, nə bilim, belə İran hökmdarı falan belə fikirlər irəli sürüb. Bu barədə nə deyə bilərsiniz? Samir bəy, deməli, qərb tarixçilərindən necə vaxtı ilə 30-cu illərdə Vudsun tədqiqatıdır. Onun 15-ci əsr, xüsusən də Ağqoyunlu dövrü və İranın milli dövlət kimi bərqərar olması. Kitabın adı elədir. Türkiyədə vaxtı ilə tərcümə olunubdur 49-cu ildə. Və eyni zamanda Boylun bir məqaləsi var. 15-ci əsr İranın milli dövlət kimi bərqərar olması. Yəni onun əvvəlini aparıb Ağqoyunlara çıxardılar ki, yəni Ağqoyunu dövründən bu proses başladı və növbətdə də Gəlçitli Səfəvilər dövründə də bu tamamilə güya mükəmməl hala salındı. Əslində onun üçün də elə bir əsas yoxdur. Çünki dövlət yaranıb Azərbaycanda və Azərbaycan taxtagahı kimi seçilib, o genişləndirilibdir və necə ki İsmail dövründə onun babasının yaratmış olduğu sərhədlər daxilində biz dövlətin bərpa edildiyini görürük. Çox maraqlı ki, Şah Abbasla hakimiyyətə gələn zaman İsmail dövründə olan sərhədlərin bərpasından gedir söhbət. Yəni işğal olunan torpaqların geri qaytarılması və imperiyanın sərhədlərinin bərpa olunması. Və bunu dövrün qaynaqları da dönə-dönə xatırladırlar. Məsələn, İskəndər bəy Münşi onun Qarabağa yürüşündən bəhs edən zaman Osmanlılara müraciətindən də yazır ki, bura bizim vaxtı ilə ulu əcdadlarımızın dövründən bizə məxsus olan torpaqlardır. Bu torpaqları nəyin bahasına olsun biz geri qaytaracağıq və unutmaq olmaz ki, tarix elmi onu dönə-dönə sanki bizə xatırladır ki, Əmir Teymur dövründən sonra 5 il müddətinə at belində hərbi əməliyyatları keçirən yeganə hökmdardır Şah Abbas. Və onun 1603-7-ci illərdə işğal olmuş Azərbaycan torpaqlarını özlə o qışa baxmayıb, yaza, payıza baxmayıb, bütün çətinlikləri aradan qaldıraraq biz işğal olunan torpaqların geri qaytaralım. İndi nəyin hesabına qaytarıb bu artıq onun xidmətidir. Və eyni zamanda həmin dövrdə Səfəvi sarayına gələn Avropa diplomatlarının, Avropa səyyahlarının kifayətlər gündəliklərində keçən məsələlər var. Bəzən günahlandırırlar ki, Şah Abbas dövründə İran dövlətinə çevrildi, farslara üstünlük verildi, fars dili və digərləri elə o müxalif mövqedən çıxış edənlərin də bir argumenti ondandır ki, Səfəvilərdə dövlət dili fars dilidir, rəsmi yazışmalar o dildə aparılıbdır
təəssüflər olsun ki, onların son 30 il ərzində həm qərb tarixşünaslığında, eyni zamanda Azərbaycanda aparılan tədqiqatlardan xəbərləri yoxdur. Əgər xəbərləri olmuş olsaydı, 1936-cı ildə ilk aşkar olunan 2 məktubdan sonra digərləri ilə tanış ola bilərdilər. Yəni onların arealı kifayət qədər genişdir. Mən bir neçəsini xatırlada da bilərəm sizə. Yəni keçən dəfə görüm hardasa rast gəldim birinə deyirik. Onların məsələn 1512-ci ildə Şah İsmailin o Turqutoğluna ünvanladığı Türkçə fərmanından bu adamın xəbəri yoxdur. Topkapı Muzeyində saxlanır onun nəsli. Vaxtilə Tufan Gündüz də kitabında nəşr edib onu. Vaxtilə Oqtay Əfəndiyev onun haqqında məlumat verib. Yəni o fərman var. Yəni Türkiyənin səhv etmirəmsə, o var, orada da var. Yəni dərslikdə də, dərslik səviyyəsində də düşüb o. Yəni Wikipedia'da üstünə vursaq, onun Turqutoğluna yazdığı olduğu 1512-ci il fərmanı aşkar olunacaqdır. Və eyni zamanda ən mühümü Şah Abbasdır. Yəni əvvəlki dövrdə kifayət qədər, məsələn Şah Təhmasib dövründə var. Onun Şahzadə Səlimə göndərdiyi məktub var, o Bayazid məsələsi ilə bağlı Türkçə məktubdur. Və onun Əbdi bəy Şiraziyə kitabı yazması üçün nədir, türk dilində fərmanı var. Və eyni zamanda Təhmasib və ondan sonraki dövrü, yəni Məhəmməd Xudabəndə dövrü 1578-79-cu ildə onun Venesiya Dojuna göndərdiyi türkçə məktub var. Yəni bizdə şöbəmin əməkdaşıdır, tanınmış mütəxəssislərimizdən biridir. Əhməd Quliyevin o 2 ildən artıq da vaxtilə Venesiya işləmişdi. Bu ildə 6 ay ərzində Florensiyada işləyib qayıdıb, yeni qayıdıbdır. Və onun çap elədiyi o sənədlərdə, eyni zamanda monoqrafiyasında da o türk dilli sənədlərlə bağlı kifayət qədər məlumatlar var. Və yaxud da ki 80-ci illərin əvvəllərində Səfəvilərin Fərhad xana ünvanladığı o dövrdə türkçə məktubu var. Və gəldik Şah Abbasa. Çox maraqlıdır ki, mən Səfəvilərin Şah Abbas dövrü Polşa münasibətlərin yazanda, məsələn 1622-ci ilin sentyabr ayında, 24-cü ilin sentyabrında Şah Abbasın Polşa kralı 2. Sigismunda ünvanladığı türkçə məktubu var. Və buna qədərki dövrdə, məsələn, gedib araşdırsınlar, məsələn, İskəndər və Münşini oxusunlar da, 1617-ci ildə, 18-ci ildə Səfəvi sarayına gələn Rus elçisinin ona gətirdiyi türkçə məktub var. Yəni, nəinki türkçə göndərilir, həm də türkçə məktub gəlib. Yəni, nəyi göstərir? Yəni, sarayda əsas divanda yazışma dillərindən biri kimi biz türkçəni görürük və çox maraqlıdır ki, o Kemferdə də var, digər səyyah gündəliklərində də var ki, türk dili Səfəvilərin siyasət dilidir. Yəni, bunu qavarıq şəkildə bu fikir səsləndirilir və necə ki, ərəb dili bəlağət dili və fars dili ilə bağlı məsələlərdir və türk dilinin siyasət dili olması, yəni divanda danışıqların, gələn elçiləri xoş gəldin, səfa verdin deyə Şah Abbasın qarşılaması. Məsələn, 1602-3-cü illərdə Polşa taciri, yəni Sigismundun elçisi kimi Şah Abbasın qəbulunda olubdur. Onunla bağlı mən bir məqalə də çaplayım. Deməli, Səfər Muratoviçin. Səfər Muratoviç özü Lvov vaxtilə türk ermənisidir. Türkiyədən Lvova gedib, oradan da cəlb olunub dövrün tanınmış tacirlərindəndir və saraya lazım olan malları almaq üçün də Abbasın sarayına göndərilibdir və rəsmi bu Polşa ilə diplomatik əlaqələrin gücləndirilməsidir və onunla danışığı var. O mükəmməl bir türk dilin və Hatəm bəy də iştirak edib o prosesdə. Məsələn, sonluğunda onun bir mükaləmənin gedişində bir fikri var ki, deyir, mənim Səfər Muratoviçlə diplomatlarla türk dilində bu cür danışmağım mənə zövq verdi. Tərcümə dilidir, zövqsüzdür. Yəni, gələn elçilərlə bağlı deyir, bunların hamısını nəzərə alın ki, çünki sarayda aparılan danışıqların türkçə olduğunun bilavasitə təsdiq edən amillərdəndir. Yəni, o fikirlər səslənib orada və eyni zamanda Şah Abbasın ardınca Şah səhvini götürək. Məsələn, indiyə qədər elm aləminə bəlli idi ki, onu vaxtı ilə Macar şərhşünası çap edibdir. 1629-cu ildə Şah Səfinin o 2-ci Ferdinanda məktubu, türkçə məktubu və eyni zamanda 2-ci avqustda Şah Sultan Hüseynin məktubu. Və çox maraqlıdır ki, artıq yaxınlarda Polşada o sənədlər toplusu buraxılanda Krakovda saxlanan o sənəd də aşkar olunubdur. 1629-cu ilin demək olar ki, hakimiyyətə gəldikdən bir ay sonra Şah Səfinin Polşa kralına göndərdiyi 2-ci Sigismunda türkçə məktubdur. Həmin məktub artıq çap olunubdur və eyni zamanda 1622-ci ilin sentyabr ayında, indi deyirlər ki, türkçə fərmanı yoxdur. Şah Abbasın Həştərxan voyevodasına o Moskvada hərbi aktlar arxivində saxlanılır həmin sənədin originalı, onun türkçə fərmanı var. Yəni bizim Moskva hökmranlığı ilə olan münasibətlərimiz, tacirlərimizin getgəli, əvvəl necə etsə onun davam etdirilməsi və sarayın ehtiyacı olan malların alınmasına yardımcı olması Həştərxan voyevodasından o dövrdə xahiş edilir. Və eyni zamanda
1635-ci ilin nəzər yetirin. Vaxtı ilə Mirzəli Baba Ərdəbili ilə Mirzəli Təbrizinin vaxtı ilə Venesiya apardıqları mallar var. O malları tapşırıb satdırmışlar. Onlar Venesiya bankında o pullar köçürülmüşdür. 1635-ci ildə Şah Səfi Mirzəli Babanı göndərir ki, gedib o pulları alıb gətirmək lazımdır. Onun çox maraqlıdır ki, bilavasitə Dojla görüşündən sonra bankdan alınacaq pulun müqabilində olan malların siyahısı var. Siyah hamısı türkçə yazılır. Türk dilində təqdim olunur ki, bunlar verilsin. Və yaxud da ki, 1640-cı ilin noyabr ayında Şirvan bəyləri bəyi Ərəb xanın yenə də Həşdərxan voyevodasına göndərdiyi türkçə məktub var. Yəni bu məktubların son illərdə sayı kifayət qədər genişlənibdir. Bu onu nəyə göstərir? Onu göstərir ki, diplomatiyada o dövrdə fars dili ilə yanaşı şübhəsiz ki, üstünlük hələ ki bizə indi aşkar olunan məktubların çoxu türkçədir, fars dilindədir. Onlar arasında kifayət edən həm də bir türkçə olan məktubları görürük. Yəni bu onu göstərir ki, diplomatiya dili kimi necə sarayın əsas dili, ordunun dili əsas türk dili idi. Məsələn, Kemfer yazır ki, Şimali Qafqazdan İsfahana kimi getdim, bütün ünsiyyət vasitələrinin bölgələrdə biz ancaq türk dilini gördük. Yəni bu o dövr üçündə türk dilinin regionda əsas aparıcı dil kimi olduğunu təsdiq edən amillərdəndir. Onu Adam Oliari də təsdiq eləyir, Şardini də təsdiq eləyir. Yəni bunlar kifayət qədər genişdir. Yəni bu mənada şübhəsiz ki, Səfəvilərin o dövrdə diplomatik dildən, yəni türk dilindən istifadə etdiyini təsdiq edən amillərdir ki, bunların sayını kifayət qədər genişləndirmək mümkündür. Yəni bunlar var hamısı. Çox sağ olun Tofiq müəllim. Deməli, mənim ümumiyyətcə belə bir konsepsiyam var. Bilmirəm, siz bununla nə dərəcədə razılaşarsınız yoxsa yox. Deməli, ümumiyyətcə 11-ci əsrdən sonraki coğrafiya tamam fərqli coğrafiyadır. Xüsusilə də Monqollardan sonraki coğrafiya. Və mən öz çapımda bu məsələləri araşdırıb belə bir qənaətə gəlmişəm ki, 12-ci əsrdən, təxminən 11-12-ci əsrdən bu tərəfə, ta ki 17-ci əsrə qədər bir tərəfi gedib çıxır Diyarbəkirə, deməli qərbdə Diyarbəkir, şimalda Dərbənd, cənubda bir tərəfi İraq, Kərkük ərazisi, bir tərəfi Qəzvin. Yəni bu ərazi, buranın hamısını tam da Azərbaycan adlandırmaq da olar, Azərbaycan adlandırmamaq da olar. Amma bu ərazi vahid bir ölkə olub, vahid bir dövlət olub və burada da əslində ayrı-ayrı dövlətlər olmayıblar. Elə bir dənə dövlət olub. Ayrı-ayrı sülalələr gəlib hakim. Hanedan dəyişib, bəli. Ayrı-ayrı sülalələr gəlib. Mənim sözün qüvvəsi bu ilin fevral ayında bir həftəliyinə biz İraqda konferansda idik. Təlafər şəhərinə getmişdik. Xıdır Nəbi bayramı ilə eyni vaxtda düşürdü. Yəni Təlafərdə olan yerli türkmanlar şəhərin düzdür, vaxtı ilə IŞİDin o hərbi əməliyyatların nəticəsində 14-cü ildən ta 3 ildən artıq onların nəzarəti altında qalıb dağıdıblar şəhəri. 300 mindən yuxarı əhalisi olan şəhərdə 2 mərtəbəli işinə qalmayıb, hamısı məhv edilibdir. Hətta bir mehmanxana tapılmadı qalmağa ki, bizi bələdiyyənin sədri qonaq elədi. Yəni ona görə də tamamilə o bölgənin əhalisi ilə danışdığı eyni bizim ləhcə ilə, özdə maraqlı bir nüans var o bölgədə. Yəni Kərkükdən digərlərindən də fərqlənir. Çünki Kərkük və digər bölgələrdə məzhəb fərqində onların böyük əksəriyyəti sünnilərdir. Ancaq Təlafər hissəsində şiə əhalisidir. Yəni tamamilə bölgənin yarım milyondan yuxarı da əhalisi Təlafər qəzasının və ona görə də o bölgə elə bilirsən ki, Azərbaycandasında heç nə fərqli məqam yoxdur o dərəcədə. Yəni bu onu göstərir ki, o İraqın həmin hissəsindən tutmuş bəzən çox maraqlı ki, onun şimal-qərbində də Sincardır. Sincarda Yezidi kürdlərdir. Yəni o Səfəvilərin mənşəyini vaxtı ilə Əhməd Kəsrəvi aparıb onlara çıxartmışdı. Ehtimal irəli sürmüşdü və çoxları da indi onu dəstavuz alıb ardınca gedirlər ki, elə bu belədir. Əslində elə deyil də. Yəni keçən dəfə sizin söhbətində də onu vaxtı ilə Namiq müəllim müəyyən aydınlıq gətirdi ona. Və Türkiyə tarixşünaslığında da vaxtı ilə ona aydınlıq gətirilibdir. Yəni onun kökü də 15-ci əsrin sonuna gedir. Yəni 1488. Siz o barədə danışın, mənə demişdiniz. Yəni 1488-ci ilin iyulunda. Bəli, yəni onun kökündə duran Şeyx Heydərin öldürülməsindən sonradır. Yəni bu hadisə və o hadisənin ardınca Davud Paşanın, Osmanlı elçisinin Ağqoyunlu sarayına Təbrizə gəlişidir. Çox maraqlıdır. Yəni çox üzr istəyirəm, mən bir balaca bilsinlər nədən söhbət gedir. Yəni bu söhbət
Səfatus Səfada, Əl-Kurdi, Bəli, Əl-Sincani Səfəvlərin mənşəyinin kürdlərə bağlamağından gedir. Yəni kökündə duran yəni hardan başlayır onu izah eləmək istəyir. Bəli, bəli. Yəni məsələnin kökündə duran nədir? Yəni ümumi tarix təsəvvürü olan şəxslər bilir ki, 15-ci əsrin ikinci yarısı, xüsusən 70-ci illər Ağqoyunlu Osmanlı münasibətlərinin ən gərgin dövrüdür. Yəni rəsmi aparılan döyüşlər, müharibələr nəticəsində münasibətlər gərgindir. İndi necə oldusa birdən-birə 15-ci əsrin sonunda bunlar dost oldular. Yəni Sultan Yaqubla 2-ci Bayezid arasında qurulan münasibətlər. Yəni onu vaxtı ilə mərhum Zəki Vəlidi Toğan bir cümlə ilə çox gözəl ifadə eləmişdi ki, 15-ci əsrin sonunda Qızılbaşların siyasi hakimiyyət uğrunda mübarizəsinin güclənməsi Sultan Yaqub Şeyx Heydər dövründə və onun öldürülməsi Ağqoyunları, yəni Qızılbaş təhlükəsi Ağqoyunları Osmanlılara yaxınlaşdırdı. Bunlar müttəfiq oldular. Və o müttəfiqliyi Osmanlılara təhlükə törədirdilər ki, həmin dövrdə bu məsələ. Yox, indi 70-ci illərdə müharibə gedib də, bütün Avropa diplomatiyası da Ağqoyunları təzədən Osmanlılara qarşı yürüşə qaldırmaq üçün əlləşiblər o dövründə. Bu proses var. Ancaq o mümkün olmadı. Yəni ona görə də 80-ci illərin 85-dən başlayıb xüsusən 85-88-ci illər artıq o şimala edilən yürüşlər onun nəticəsi və o öldürüldükdən sonra isə çox maraqlıdır ki, Osmanlı elçisi Ağqoyun sarayına gələndən 2 ay sonra biz artıq Aləmşah bəyimin üç oğlanları ilə İstəxri qalasına zindana atıldığını görürük. Yəni bu prosesin ardındadır və onun ardınca Sultan Yaqubun 2-ci Bayezidə məktubu var. Və onun cavab məktubu var. Yəni biz tamamilə Qızılbaşlara nəzarəti təmin eləmişik. Bunlar necə həyata keçirilir və onun da qarşı tərəfdən qiymətləndirilməsi var və ona görə də Səfət Safiyə edilən mühüm dəyişiklik həmin dövrdədir. Yəni 1491-ci Ayasofya nüsxəsində bunu vaxtı ilə bunu tək mən demirəm, bunu Türkiyə tarixçisi o vaxtı ilə Konya Səlcuq Universitetinin aparıcı müəllimlərindəndir. Yusif Küçükdağın, professorun onun yazdığı əsəri var. Bizim Bilal Dədəyevlə bir məqalələri var onların şərikli. Orada da onlar onun təsdiqini tapırlar ki, yəni 1585-ci il Leydin nüsxəsində o yoxdur. 1491-ci il nüsxəsində həmin əlavə orada edilibdir. Yəni Qızılbaşları öz demək olar ki, əsas İsmaili öz zərbə qüvvəsindən uzaqlaşdırmaq üçün, onları türklərdən, əsas dayağından uzaqlaşdırmaq üçün onları kürdlərə bağlamağından gedir. Yəni Səncan Mərv yaxınlığındadır, Dərbənd yaxınlığında var vaxtı ilə, oradan gəlişi var Firuzşahın. Ancaq bunu aparıldı, çıxardı Sincara və çox maraqlıdır ki, o Firuzşah dövründə Sincarda kürd yaşamayıb. Yəni o sonraki dövrdə o özdə Yezdi kürdlərdən gedir, indi də Yezdi kürdlər yaşayır orada. Yəni ona bağlamağı tamamilə onun o əsas zərbə qüvvəsindən uzaqlaşdırmaq deməkdir. Çünki 1589-cu il nüsxəsi və ondan sonraki nüsxələr də bəllidir. Çünki bütün nüsxələrdə elə bir söz yoxdur yəni. Yəni çox maraqlıdır ki, erkən dövrdə Şah İsmail dövründə, hətta Xorasan tutulduqdan sonra onun nəzarəti altında xidmətə cəlb olunmuş tarixçilər var. Məsələn, Həbüsiyərdə biz onu görmürük. Və eyni zamanda Fütuhat-ı Şahidə onlar yoxdur. Ən xırdalıqları verirlər. Ancaq necə oldu ki, bu belə bir mühüm hadisənin üstündən onlar sükutla keçsinlər. Bunların heç biri yoxdur və digər Səfəvi qaynaqlarında da ümumiyyətlə elə bir məsələnin olmadığını görürük. Yəni anonim əsərlər var əsrin əvvəllərində, Tarix Şah İsmail və digərlərində onların heç biri yoxdur. Yəni bu göstərir ki, bu xüsusi o məqsədlə daxil edilibdir. Ona görə də çox maraqlıdır ki, onu aparıcı o Səfəvi dövrünün tədqiqatçıları onun üstündən keçirlər ki, bunun heç bir elmi əsası olmayan bir şeydir. Çox maraqlıdır ki, vaxtı ilə Əhməd Kəsrəvinin o ehtimal şəklində irəli sürdüyü fikri 1976-cı ildə Zəki Vəlidi, daha doğrusu Faruk Sümeyev heç bir izah vermədən onu qəbul edib kürd kimi göstərib. Onun da cavabın vaxtı ilə Tufan Gündüz əsərlərində onun qiymətini verib ki, bu heç bir fikir bildirmədən və 56-cı ildə də 56-57-ci ildir. Zəki Vəlidi Toğanın o əvvəlki nüsxəyə əsasında bir məqaləsi var. O demək ki, Əhməd Kəsrəvini görməyib, onun yazdığından xəbərsiz. O da o fikrə gəlib ki, ehtimal oluna bilər ki, bu oraya ilə bağlı. Çünki əlindəki nüsxə onu deyir. 1491-ci nüsxəsi onu dediyi üçün Türkiyə tarixşünaslığına bu cür hadisələr daxil olubdur və onun da bir hissəsi davam edir. Son dövrlərdə ona qarşı yazılmış kifayət qədər əsərlər var. Ələvli ilə, Qızılbaşlı ilə bağlı yazılmış əsərlərdə biz onun əksini görürük.
Yəni bunlar tarixşünaslıqda var. Tofiq müəllim, biz indi bir anlıq təsəvvür edin ki, qayıtdıq 17-ci əsrə. Bəli. Gəlib düşmüşük ora. Biz tutaq ki, getmək istəyirik Səfəvi dövlətinə. Biz nə deyəcəyik? Hansı ölkədə özümüzü görəcəyik? Yəni necə bir ölkə necə adlanırdı həmin dövrdə? Bax onların yaşadığı ölkə. O maraqlıdır ki, mən çox üzr istəyirəm, fikrimi tam izah edeyim ki, siz də ona tam cavab verə bilərsiniz. Söhbət nədən gedir? Sadə bir adamdır, tutaq ki mən. Nə cürsə də oldu, getdim, düşdüm 17-ci əsrə. Gedib orada nə görəcəm? Yəni bu ölkə nə cür bir ölkə idi və üstəlik necə adlanırdı? Ölkə olaraq, dövləti mən demirəm. Ölkə olaraq necə adlanırdı? Çünki Səfəvi mənbələrində açıq-aşkar, yəni gəlin bunu etiraf edək, İran adı çəkilir. Öz ölkələrini, yəni İran məmləkəti adı var. Bir şey də mən deyim, Tofiq müəllim, ondan sonra keçin. Deməli, bu səyahətnamə əsəri Övliya Çələbinin çox maraqlı bir faktın mən görmüşəm. Bilmirəm, siz də yəqin ki onu bilirsiniz. Deməli, səyahətnamənin Osmanlıca originalı var. Onun rus dilinə tərcüməsi də var və 1800, səhv etmirəmsə 60-cı ildə, yoxsa onun London nəşri də var. Mən hər PDF formasında tapmışam, yəni kitabxanalardan tapmışam. Orada ifadələr var, bilirsiniz ki, məsələn, gəlir Övliya Çələbi... Azərbaycan padşahı falan şey. Bəli, Azərbaycan padşahı, Azərbaycan şahzadəsi. Rusca nəşrində də var o, Osmanlıca orijinalında da görmüşəm. Amma 1860-cı il London nüsxəsində... İngiliscədə yoxdur. Yoxdur. Çox maraqlıdır ki, 1860-cı il, yəni bu məsələni saxlayaq soruya, əsas o birinci verdiyim suala verir. Sadəcə, mən səbirsizlənib onu dedim ki, yəni o vaxtdan nəsə bu, belə bir şey var ya, Azərbaycan adını gizlətmək, bu məsələ var. O mümkündür. Yəni çox maraqlıdır ki, nəinki Səfəvi dövrü biz 15-ci əsrlə bağlı, məsələn, Həsən Qalanın və digərlərin keçəndə onun Azərbaycan hökmdarı, Azərbaycan padşahı ifadələri kifayət qədər var. Həsən padşahı ilə bağlı var, Qara Yusif ilə bağlı olanlar var. Yəni bu onu göstərir ki, 17-ci əsrdə artıq dövriyyədə var belə bir fikir və onun şübhəsiz ki, qeyd alınır. Məsələn, hansı 17-ci əsrə düşsəm, mən orada necə bir ölkə ilə qarşılaşaram? Yəni maraqlıdır ki, indi siz İran hissəsini qeyd elədiniz. Təəssüflər olsun ki, tərcümələrimizdə nəinki bizim, digər dillərdə tərcümələrdə də kifayət qədər naqislik var. O da ondan qaynaqlanır ki, məsələn, Şah Abbasın Moskva hökmdarına, yəni Moskva çarına göndərdiyi rəsmi məktublar var və onların əks tərəfə göndərdiyi məktublar var və həmin məktublarda İrandan zaten söhbət getmir. Qızılbaş hökmdarı filan kəs, Qızılbaş ölkəsindən gələn, Qızılbaş məmləkətindən gələn filan şey, yəni rəsmi o dövrün, o məktub rəsmi məktubdur. Onun da kiminsə yazdığı, eşitdiyi deyil ki. Yəni ona görə də rəsmi sənədlərdə o dövrün biz məmləkəti Qızılbaş, Qızılbaş məmləkəti, Qızılbaş ölkəsi, Qızılbaş hökmdarı kimi kifayət qədər və həm də Qızılbaşlar adı altında həm ordunu ifadə edən fikirlər var və həm də əhalini ifadə edən fikirlər var ki, o dövr üçün, yəni sən artıq şimalda Terek çayını keçəndə Qızılbaş ölkəsinə daxil olmusan. Yəni onu tamamilə o dövrün gündəliklərində, səyyahların gündəliklərində də onu izləmək mümkündür. Yəni İran adlanmırdı da. İran adını heç, yəni çox maraqlı bilsən nədir? O dövrün sənədlərində belə İran dediyimiz hissə, yəni İranın indiki coğrafiyasında olan ayrı-ayrı vilayətlərin adı ilə bəllidir. Yəni deyir ki, Ərəb İraqına getdin iki çay arasına, indiki İraqa. Əcəm İraqından söhbət gedir. Əcəm İraqın da hara daxil olduğu bəllidir. Oranı da deyir ki, eşitdin, Xorasandır. Hansı İrandan söhbət gedə bilər? Yəni, və yaxud da ki, ayrı-ayrı qalalarla bağlı, o da vilayətdəki qaladan gedirsə, Xorasanın filan qalası, filan şəhəri. Yəni, bu mənada, yəni, o... Vahid İran coğrafiyası yox idi, yəni. Yox, tamamilə yoxdur. Yəni, mən hətta 15-ci əsrdə, bilirsən ki, Ağqoyunu dövrün ən mühüm qaynağıdır. Əbubəkir Tehraninin Kitab-ı Diyarbəkriyyəsi. Mən bir dəfə o mövqedə olan şəxslə ciddi mübahisəmiz düşdü.
Getdim mənbəni də göstərdim. Dedim hələ bu Türkçə tərcüməsidir. Bu da Azərbaycan dilinə 98-ci il tərcüməsidir. Sən burada mənə İran adını tap görüm hardadır? Yəni o kitabda cəmsi 4 yerdə İran-Turan ifadəsi işlənib. O da bir-birinin qarşılığı kimi. Yəni vilayətlərin adı ilə hansı İran özü Əbülbəkir Tehranı özü kimidir? Həmin Tehran yaxınındakı Tehran kəndindəndir də. Yəni onun daha doğrusu İsfahan yaxınındakı Tehran kəndindəndir. Yəni onun kök etibarı da o həmin dövrdə tacikdir, türk deyil. Yəni əgər ehtiyac vardısa yazardı da İran belə getdi, o birisi belə gəldi. Dövlət yaranan dövlət İran dövlətidir. Yəni onun heç birini biz izlərini o dövrdə görmürük. Yəni ona görə də mən özüm tərcümələrdə oxumuşam orada İran. Yo indi tərcümələrə baxsan onda uzun müddət necə vaxtı ilə həm Katerina Zenonun və yaxud da ki nə malum Angelettin da var. Onun yazdığı əsərlərdə İsmailin anasını öldürməyə bağlı fikir keçir. Yəni o fikir hələ nə qədər dərəcədə doğrudur? İndi son dövr tədqiqatlar da təsdiq elədi ki, tamamilə Latıncasında elə ifadə yoxdur. O ingiliscəsinə də o cür tərcümə olunub və eyni zamanda türkcəsinə də və ona görə də türkcə yazan müəlliflərin əksəriyyəti onu anasını öldürdüyü kimi fikirləri var. Ancaq unudurlar ki, Aləmşah Bəyəmin qəbri Ərdəbildə Şeyx Səfi məqbərəsinin həyətindədir. Allah günbəzinin yaxınlığındadır. Və onun üzərinə də 929-cu il tarixi var da, yəni 1522-23-cü illərdə ölümüdür. Necə ola bilərdi? Yəni onu görməyən, mən bəzilərinə vaxtında sual da vermişəm. Şah və Sultan əsərinin digərlərində yazanlar var. Deyirsən ki, bəs sən Ərdəbildə olmuşdun. Ərdəbildə olmuşdun, onu görmüşdün də. Əgər gördüyün şeyi nəyə əsaslanıb, gördüyün sənin üçün əsasıdır, yoxsa kiminsə yazdığı nə dərəcədə uyğundur? Yəni elə şeylər var artıq. Yox, indi mən nəyi demək istəyirəm? Mən əslində sözümü nəyə gətirmək istəyirəm? Şəxsən mənə görə dövlətin adının, ümumiyyətlə mən açığı öz mövqeyimi ifadə edeyim. Mənim üçün bu məsələnin elə bir, yəni əgər həqiqət nədirsə o olmalı mənə görə. Yəni həqiqət nədirsə elə deməliyik. Yəni mən özümü deyirəm mən buradakı. Mən bunu necə görürəmsə elə deyirəm. Məsələn, İsfahan dövlətin mərkəzi olduğu dövrdə mənə görə biz bunu Azərbaycan dövləti adlandıra bilmərik. Şəxsən mənə görə. Çünki Azərbaycan mərkəz deyil. Fikrimi tam izah edeyim, sonra mən münasibət bildirəcəm deyəginə. Ümumiyyətlə mən bu Azərbaycan adından bizim bərk-bərk yapışmağımızın əleyhinə. Bayaqları mənim o dediyim o konsepsiya o hər şeyi öz yerinə oturdur. Çünki o dediyim coğrafiyanın çox az birisi, düzdür, mərkəzi Azərbaycandır. Amma az bir hissəsi Azərbaycan olur. Və biz mənbələrdə də bunu görürük də, o dediyim coğrafiya bir tərəfi yer Diyarbəkirə çıxır, bir tərəfi Dərbəndə. Elə indiki Azərbaycanlıların yaşadığı, yəni Azərbaycan türklərinin, belə deyim, türklərin yaşadığı coğrafiyadır. Burada bir dövlət, bir mədəniyyət olub, bir xalq olub, onun da yaratdığı dövlət olur. Demək olar ki, milli dövlət də demək olar. Siz fikir verin, bax Cəlairlər olsun, Hülakülər olsun, hamısı bir dövlət olur, yəni bir mərkəz olur burada. Səfəvilər də onun davamıdır mənim fikrimə görə. Sadəcə onun daha da böyümüş bir versiyasıdır da. İndi biz əgər sırf Azərbaycan adına yapışırıq deyənə, düşmənlər də bundan istifadə edirlər. Deyirlər, hanız İsfahandır dövlətin mərkəzi. Şəxsən mənə görə dövlət ola bilər ki, qeyri-rəsmi, ədəbi ənənət, ədəbi ənənət deyə bir şey var da, bilirsiniz. Məsələn, necə ki, Səfəvilərə mənbələrdə İran deyirdilərsə, Osmanlıya da Rum deyirdilər. Belə çıxanda Osmanlı Romadır. Odur. Məsələ bundan gedir. Yəni İran ola bilər ki, qeyri-rəsmi formada adlana bilər, amma təsəvvür edin ki, indi İran, məsələn bu İran dövlətin başında türk dayanırsa, hər şey türkçədirsə, elə ki Azərbaycan dövləti kimi bir şeydirsə, olsun da İran adlansın. Nə adlanır? Mahiyyəti türkdürsə, buna yəni bir, mənə görə şəxsən bir problem yoxdur. Bu fikirlərə bir münasibət istəyərdim. Samir müəllim, deməli, paytaxtın köçürülməsi ilə bağlı məsələ, yəni dünya təcrübəsində, dünya tarixinin əgər biz analoq axtarsaq, paytaxtın köçürülməsi ilə dövlətin xarakterinin dəyişməsi ilə bağlı ortada yekdil bir fikir yoxdur. Yoxdur, elə bir şey yoxdur. Və söhbət İsfahandan gedirsə, İsfahanı o deyər yoxdan var eləyən Şah Abbasdır. Bəli. Yəni indi fikir verin, Sevori onu elə belə yazmırdı ki, 762-ci il Xəlifə Mənsur tərəfindən Bağdadın əsasının qoyulmasından sonra İslam şərqində
Şah Abbasın İsfahanı kimi ikinci bir şəhər yaradılmayıb. Yəni o İsfahanın yaradılması indi bəzən çoxları deyirlər ki, sürgün elədi, köçdü, neynədi? Yəni Təbrizlərin böyük bir hissəsini apardı, Abbasabadı saldı. İndi sən qüvvələr nisbətini tarazlaşdırmaq üçün nələri etmədi? Bəli, O bəli. yəni nəinki orada, hətta Mazandarana gedin. Mazandaranda həm Əşrəf şəhərinin salınması, Abbasabadın yaradılması və orada yenidən Qarabağdan, Şirvandan əhalinin köçürülməsi, orada çünki vaxtı ilə xristianlar da köçürmüşdü, gürcülər köçürülüb ora, ermənilər köçürülmüşdü. Yenə də tarazlıq yaradılıb orada. Yəni İsfahanın özündə də Culfadan və İrəvan ətrafından köçürülənlərlə tarazlıq yaradılmaq üçün Şah Abbas istənilən addım atmışdı. Və ona görə də hələ orada İsfahanın özündə də həm idarə sistemində, şəhərin idarə quruculuğunda görülən işlər Şah Abbas nələr etməyib orada. Və ona görə də bəzən onun Ərdəbildə başlanan müəyyən səsi yarımçıq işlərdir. Ancaq onun İsfahanda həyata keçirdiyi o şəhər salma o memarlığında ən yüksək zirvədir. O da Şah Abbasın adını daşıyıb. Şah Abbasa qədər insəmki verir. Ora vaxtı ilə Səlcuqların da paytaxtı idi. Səlcuq dövründə özdə 100 ildən artıq biz o dövrü görürük. Elə bir şəhər salınmayıb. Və yaxud da ki, Səlcuqlar dövründəki tamamilə münasibət fərqlidir. Şah Abbas dövründə tamamilə fərqlidir. Yəni onun paytaxtın Qəzvinə ordunun aparılması ilə bağlı dövlət ümumi xarakterini dəyişdi. İsfahan sarayında hansı dildə danışılır? Xarakter dəyişməyini demirəm mən. Yox, yəni şəhərin əhalisi, danışıq, yəni ümumilikdə götürüləndə bəlkə ordu, onun mühafizəsi hamısında o türk çarlarını biz görürük. Məsələn, o bəziləri onu da qeyd edeyim ki, dövlətin xarakterinin dəyişməsi, Şah Abbas dövründə İranlaşması ilə bağlı fikirləri İskəndər bəy Münşinin əsərində mühüm məqamlar var ki, onlar tamamilə təqsib edir. Məsələn, 1576-cı ildə Qızılbaşların siyahısını verib və 1628-ci ildə Şah Abbasın ölmə ərəfəsində də siyahı var. Əgər o siyahıya biz dəqiqliklə baxsaq, nəyə görürük? Əvvəlki dövrdə 112 dənə Qızılbaş əmirinin sayın verir, onlardan 82-sinin adını çəkir. 82-sindən 69-u Qızılbaş türkdür. Yerdə qalır 13 dənəsi o qeyri-türklərdir. İçində Lurlarıdır, Kürtlər, digərlər də var. Və 1628-ci ilin siyahıya alınmasında isə 92-sinin adını verir, daha doğrusu rəqəmi verir, onlardan 76-sının adını çəkir. Onun 54-ü yenə türkdür. 22-si o dediyimiz qulamlardır, orada da biz Gürcə əsilli, Erməni əsilli və digərlərini görürük. Yəni bu nəyə göstərir? Yəni dövlət Şah Abbas dövründə farslar hakimiyyətə gəldi, idarəçilik tamamilə onlara keçdi. Biz bunu görmürük. Yəni real tarixi məqam onu təsdiq eləmir. Yəni dövrün qaynağının təhlili düzdür. Vaxtı ilə 1943-cü ildə Minorski, ondan sonraki dövrdə Petruşevskinin ona fikirləri var. Onlar da sayıları axıra qədər dəqiqləşdirməyiblər. Tarixşünaslığımızda onu dəqiqləşdirən özün də bilirsən Zabil Bayramovun tədqiqatlarıdır. Və biz də rəqəmləri götürüb baxanda insəmki ki, onların içərisində Cağataylar var, Cəlairlər var. Sən bunu necə türk qəbul edə bilməzsən ki onu? Və yaxud da ki, Səfəvilərin o eyni nəsildən olan Şeyxavənd dəvəsi var. Bu fars deyildi ki, bu elə Qızılbaşların ən aparıcı qoluydu da. Bunu sən necə türk eləyə bilməzsən? Yəni ki, Şeyxavəndin Sırxavəndlə bir əlaqəsi yoxdur. Yox, yox. Yəni Şeyxavənd, yəni vaxtı ilə Şeyx Heydərin o digər qadından olan o qolundan gedənlərdir. Cüneyd dövründə başlayıb digərlərinə davam edib. Yəni ən uşağı kimi saxlanılıb da və təmasib dövründə onlara xoş münasibətlərdir. Yəni onların hakimiyyətdə olması. Şah Abbas dövründə də görürük. O nəslin davam edibdir. Şah Abbasın qızı ilə evləniblər. Yəni bu münasibətlər var. Qorunub saxlanılıb onlar. Yəni elə mən də sizin dediyinizi dedim. Sadəcə bu mənim dediyim odur ki, biz tarixə baxanda sırf bu Azərbaycan adından yəni bərk-bərk yapışmaqla uduzuruq. Dövlətçilik bizim xalqa biz nisbət eləməliyik. Yox, şübhəsiz ki, yəni o qeyd elədiyin kimi indi bizdə yadındadır ki, o proses başlamışdı, müzakirə olundu. Təəssüf olsun ki, başa çatdırılmayıbdı. Azərbaycan tarixinin konsepsiyası, dövrləşdirilməsi məsələsi. Yəni orada da o fikir odur ki, dövlətçiliyimizin deyirik ki, 5000-lə yaxın bir dövlətçilik tariximiz var. Dövlətdir, dəyişən sülalələrdir, xanədanlardır.
O xanədanlar içərisində də Azərbaycanda ən mühüm dövrü şübhəsiz ki, Qızılbaşlar tutur. Şimal hissəsi. Yəni bütöv dövlətçiliyimizin o vahid mərkəzləşdirilmiş dövlət kimi yaranmasını təmin edən onlardır. İndi bəziləri deyir ki, olsun Sacilər, Səlarilər dövründə də təşəbbüslər göstərilir, ancaq Səfəvilər kimi deyil axı onlar. Yəni o birləri saxlansa da baxışım fərqlidir. Yəni həmin ənənə və yaxud da ki, Atabəylər dövründə müəyyən qədər yenə də var o. Yəni onun o biraz uzun müddətli 235 illik bir dövrü təmin edən şübhəsiz ki, Səfəvilərdir. Və ondan sonra Səfəvilər dövlətində ermənilərlə bağlı məsələn, ermənilərə münasibət necə olub? Bu erməni dedikdə mən bir şey də deyim müəllim. Erməni dedikdə təkcə bu hay olan indiki özünü hay adlandıranlar yox, həm də erməni kilsəsinə mənsub olan hər kəs. Nəzərdə tutulur. Özü də gözəl bilirsiniz ki, erməni dedikdə franklar da var orada, firəng. Yəni yox, şübhəsiz ki, yəni qaraçılarından tutmuş nələr hamısılar var. Yəni Alban əsillər də var. Bu dinlər falan onlar da erməni adlanırlar. Məsələn, Qarabağ məliklərinə göndərilən Səfəvi hökmdarlarının da məktubları var, rəsmi fərmanları var, onlara verilən güzəştlər var. Zəngəzurda var, necə ki Üçkilsədə olduğu kimi İrəvan yaxınlığında. Yəni o fərqlidir. Çox maraqlıdır ki, Şah Abbas dövründə Osmanlılarla müharibə aparıldığı üçün Avropaya çıxış üçün həm diplomatik əlaqələrdə, həm də ticarət əlaqələrində erməni tacirlərindən üstünlük verilir, istifadə olunubdur. Bu dövrün qaynaqlarında da keçir və kifayət qədər də ondan istifadə olunubdur. Və ondan sonraki dövrdə də o təşəbbüs davam etdirilib. Ancaq çox maraqlıdır ki, məsələn biz 2-ci Şah Abbas dövründə görürük. Məsələn, həmin dövrdə Avropa missioner hərəkatı ki, davam eləyibdir və yəni katolikliyin, onların ayrı-ayrı məzhəblərindən olanlardır və eyni zamanda Venesiyadan və Portuqaliya, İspaniya, Polşasından göndərilən rahib ordenlərinin var və onların içərisində katoliklik yayıldığı üçün İsfahanın özündə belə narazılıq var və o narazılıq zəminində biz vaxtı ilə Yeni Culfaya köçürülən ermənilərlə münasibətlər var. Orada monastırın tikilməsi, kilsə məsələsi və onlar üzərinə ikinci Şah Abbasın qoyduğu vergilər var. Ağır vergilər var, o addımlar atıbdır. 50-ci illərin ortalarında da bu davam edibdir. Yəni hətta nəinki onlarla, Yahudilərlə bağlı var. Onların vergiyə oturdulması məsələsi var ki, biz onu dövrün qaynaqlarında görürük onu. O var. Yəni hər bir dövrdə məsələn 17-ci əsrin ikinci yarısı xüsusən də Moskva dövləti ilə qarşılıqlı əlaqələrdə onlardan istifadə edilməsi var. Yəni ticarətdə o müəyyən imtiyazların onlara verilməsi və bunun müqabilində Moskva ilə qarşılıqlı əlaqələrdə güzəştlərin edilməsi. Məsələn 67-ci ildə məsələn aparılan danışıqlarda müəyyən qədər hərbi texnikanın verilməsi, ordu silahın verilməsi ilə bağlı var. Topların, tüfənglərin alınıb gətirilməsində onların xidmətləridir. Yəni dövlət marağında olan sahələrdə onlardan kifayət qədər istifadə edibdir. Bu da dövr üçün kifayət qədər normal bir şeydir. Yəni ona görə də burada biz kimlərisə onda günahlandıraq ki, niyə filan kəslərdən istifadə elədi? Bu məsələlər o real görünmüş çünki yəni obyektiv tamamilə yəni həmin dövrdə əgər Culfada yaşayan nüfuzlu erməni tacirləri o proseslərdə iştirak ediblərsə, nəzərə alsaq ki, Volqa-Xəzər su yolundan istifadə olunub və Portuqaliyadan geri alınandan sonra Hörmüzdən də və bu mənada Osmanlı ərazisindən keçən ticarət əlaqələri müəyyən qədər o durğunluq keçirdiyi üçün biz onlardan daha çox istifadə edildiyini görürük ki, bu da Moskva ilə qarşılıqlı əlaqələrdə özünü göstəribdir. Həmin dövr üçün xarakterikdir. Tofiq müəllim, bir-iki sualımı da verəcəm, sizi çox yormayacağım. Deməli, əsas məni maraqlandıran məsələ bu 2-ci Şah Abbasın dövründə Rusiya ilə olan o münaqişədir. Mənim üçün şəxsən qaranlıq qalıb o hissəsi. O nə ilə bitir? O 1653-cü ildə bilirsiniz ki... proses başlayıb, bəli. 2-ci Abbasın dövründə Aleksey Mixayloviç Şimali Qafqaza nüfuz eləsin, bunun qarşısı alınır. Səfəvi hökmdarları arasında 1-ci Şah Abbasın vəfatından sonra onu qərb tarixçiləri özləri də etiraf edirlər.
yəni Səfəvi dövlətinin Şah Abbas ki, o dövlətin idarəçiliyini elə bir sistem üzərində qurmuşdu ki, deyir hətta onun ölümündən sonra belə gələn hökmdarlar nə qədər zəif iradəli olsalar belə dövlət yenə də 100 il yaşadı. Yəni bu ona borcludur. Yəni bu böyük Şah Abbasın xidmətləridir və şübhəsiz ki, ikinci Şah Abbas da Şah Abbasdan sonra gəlmiş Səfəvi hökmdarları arasında ən qətiyyətli, ən iradəli hökmdarlardan biridir. Ən hörmət elədiyini. Yəni çox maraqlıdır ki, 1648-ci ilin sonu 49-cu ilin fevralında Qəndaharı Baburlardan geri alan, yəni qışda heç kimin düşünmədiyi hücum taktikasını tətbiq edən həmin ikinci Abbasdır. Yəni o elə seçilməyib. Onu mən bilmirdim. Yəni həm insan fikir verir ki, o dövrdə Dilmənd çayını keçmək üçün topları o Baburlarla da müharibəsi olub o dövrdə. Əlbəttə ki, Qəndaharı kim geri aldı? Yəni 1638-ci ildə o dövrdə Şahcahan Qəndaharı geri aldı Səfi dövründə. Səfi də 42-ci ildə yürüşə hazırlaşıb getmə ərəfəsində öldü, yarımçıq qaldı. Və ona görə də onu reallaşdıran 48-ci ilin sonu 2-ci Abbasdır. Çox gözəl bir taktika düşünüb o dövrdə. Və Türkistan xanları ilə münasibətlərin qurulması, o prosesə cəlb olunması və o neytrallaşdırılması vaxtı ilə və qış ona görə seçilibdir ki, yəni o həmin dövrdə o dağlıq ərazilərdən, o keçidlərdən keçib gəlmək Moğol qüvvələri üçün əlçatmaz olub. Ona görə də biz fevral ayında Qəndaharın geri alındığını görürük və Qəndaharı geri qaytarmaq üçün o dövrdə 4-5 dəfə cəhd edildiyini görürük. 49-cu il, 51, 52, 53-cü ilə qədər edilən yürüşlərin hamısının qarşısı alındı. Qəndaharı geri almaq mümkün olmadı və Səfəvilərin nəzarətində qaldı. Bu 2-ci Abbasın ən böyük xidmətlərindəndir. Çox maraqlıdır ki, 53-cü ildə də həmin dövrdə o dediyim məsələ o dövrdə Moskva dövləti ilə yaşanıbdır. Orada da nədir söhbət? Yəni Göysu çayı üzərində, Şimali Qafqazda və Terek üstündə vaxtı ilə Terski tikilmişdi. Yeni qalalar salınır orada və o qalaların salınmasına da şübhəsiz ki, qalaların salınması tədricən artıq Moskva dövləti 17-ci əsrin ikinci yarısında Kabarda tutulan zaman Kabardaya doğru, Şimali Qafqaza doğru irəliləyir. İrəlilədikcə də əsas özünə dayaq qalalar tikir və ona görə də Xosrov xan Şirvan bəylər bəyi idi. Bu məlumatlandırır Səfəvi sarayını ki, vəziyyət bu cürdür. Və 2-ci Abbas da rəsmən göstəriş verir ki, gedib qalalar məhv edilməlidir. Və ona görə də gedir qalalar məhv edilir, Rus qarnizonu bölgəni tərk edir və ona görə də sanki qarşı hər iki tərəf bir-birinə müharibənin bir addımlığında olub da. Və ona görə də təşəbbüs göstərilsə də, çünki Rusiyanın, Moskvanın özünün də marağı var o dövrdəki, əsas qarşılıqlı əlaqələr yeni qurulub, ticarət əlaqələri genişlənir. Bunu itirməmək üçün şübhəsiz ki, o dövrdə onun qarşısı alınır və həm də Xosrov xanın ölümü ilə sanki onu balanslaşdırırlar. Və biz Xosrov xanı? Yox, döyüşdə ölməyib. Yəni döyüşdə ölməyib. Edam olunur. Bildim. Yəni Xosrov xanın həmin dövrdə vəfat etməsi ilə 50-lərin sonundadır və münasibətlər aradan qaldırılıb və 67-ci ildə Moskva ilə Səfəvilər arasında bir ticarət antlaşması var o dövrdə və o razılıqdır və onunla bağlı gələndə kifayətlər, top 30 neçə dənə top gətirirlər, neçə min tüfəng gətirilir, yəni müəyyən dərəcədə, yəni ehtiyacı olanların o dövrdə Səfəvlərə verilməsi ilə bağlı müəyyən razılıq var. Yəni bu münasibətdəki o vaxtdan onu elə bilirdim ki, Xosrov xanı 2-ci Abbas özü edam elətdirir. Öldürülməyib. Yəni öldürülməyib. Yəni və ardınca da şübhəsiz ki, həmin dövrdə də bir tərəfdən deməli Moskvanın atdığı addımlardır və eyni zamanda həm də başda Razin olmaqla Kazakların Xəzərdəki fəaliyyətidir və ona görə də 2-ci Abbas və dalınca da Şah Süleymanın müraciətləri var ki, bunların qarşısı alınmalıdır. Çünki Səfəvi ərazilərinə hücum olunub, Rəşd ətrafı, Bakı ətrafı qarət olunub gedib o dövrdə. Ona görə də bunun qarşısını da Moskva atdığı növbəti addımlarla o Kazakların o fəaliyyəti ilə onun qarşısını almaq üçün təşəbbüslər göstərilib o dövrdə. Yəni ona görə də biz münasibətlərdəki gərginliyin aradan qaldırıldığını görürük o dövrdə. O var. Tofiq müəllim, sonuncu sualım sırf Azərbaycanla bağlı idi. Mən yəni bayaqdan izah edirdim öz fikrimi ki, biz sırf Azərbaycan adından yapışmamalıyıq. Azərbaycan həmişə səltənət mərkəzi olub, amma
Yəni biz həmişə xalqa, yəni türk xalqına, bu xalqın tarixi kimi biz bunu irəli sürməliyik. Amma biz mənbələrdə həm də onu görürük ki, Səfəvi dövründə hətta mərkəz, təbii ki biz demirik ki, və bu verilişdən də aydın oldu ki, əslində düzdür, mərkəz İsfahana köçürülsə də, İranın mərkəzi köçürülsə də heç bir dəyişiklik olmayıb dövlətin quruluşunda da, idarə etməsində Fəaliyyətində də yoxdur. heç bir dəyişiklik olmayıb. Bu səhv fikirdir. Lakin biz onu görürük ki, Səfəvi dövründə 17-ci əsrdə Azərbaycanın sanki İndiyə qədər biz orta məktəb dərsliklərimizə saldı. 4 bəylərbəylik Azərbaycana düşübdür. O yanlış Mən fikirdir. belə bir təəssürat yaşayıram, belə deyim. Baxırsan ki, ayrıca saray var. Azərbaycan bəylərbəyinin və bütün Azərbaycan məmləkəti, hətta Gürcüstan, Dağıstan, hamısı Azərbaycan Təbrizdə oturan bəylərbəyinin tabiçiliyindədir. Təbriz bəylərbəyi vəliəhddir. Elə bil ki, burada sanki o dövlət içində dövlətdir də, belə deyək, özünün ayrıca xəzinəsi var, ordusu var. Ümumiyyətlə siz mənə ətraflı izah edərsiniz bu barədə. Çünki mənim bu fikrim nə dərəcədə... Samir müəllim, deməli, nədən gedir söhbət? Səfəvi dövləti inzibati cəhətdən bilirsən ki, 4 valiliyə, 13 bəylərbəyliyə bölünübdür. Və tarixşünaslığımıza daxil olub o müəyyən qədər demək olar ki, əsaslandırılmağa çalışıb ki, indiyə qədər bilirsən, orta məktəb dərsliklərimizə salındı, 4 bəylərbəylik Azərbaycana düşübdür. O yanlış fikirdir. Yəni əslində 13 bəylərbəylikdən 6-sı Azərbaycandır. Yəni biz ora həm Darüssəltənə Qəzvini daxil eləsək və eyni zamanda Həmədana daxil eləsək, bu 6 bəylərbəylik sırf Azərbaycanla bağlı olanlardır. Və çox maraqlıdır ki, o bəylərbəyliklər içərisində 16-cı əsr boyu istənilən hərbi yürüyüş, müharibələrdə ordunun baş komandanı qeyd elədiyin kimi Təbriz bəylərbəyidir. Yəni Azərbaycan bəylərbəyliyi o üstünlüyü qoruyub saxlayıb. Hətta tüfəngçilər arasında biz İsfahan tüfəngçilərini qoyuruq və digər bölgələrdə, məsələn Dərbənd tüfəngçiləri və Azərbaycan tüfəngçiləri adı altında biz Təbriz tüfəngçilərinin iştirak etdiyini görürük ki, ən çətin, məsələn Gilanda baş verən qiyamların yatırılmasında onlardan istifadə olunduğunu görürük. Hətta Xan Əhməd dövrü, 90-cı illər, Şah Abbas dövrünün və o ənənənin biz növbəti əsrdə də davam etdiyini görürük. Çox maraqlıdır ki, o şimal bəylərbəyliklər özü də bunlar içərisində ən aparıcı mövqelərdən birini təşkil edən Çuxur sərhəddir, çünki sərhəddir. Osmanlılarla sərhəd bütün yürüşlər o istiqamətdən daxil olubdur və eyni zamanda Qarabağdır və Qarabağda şimal-qərb sərhədlərin baxmayaraq ki, biz 17-ci əsrin ikinci yarısında hətta Şərqi Gürcüstanın da Qarabağ bəylərbəyliyin tərkibində olduğunu, yəni Kartli Kaketyanın idarə edilməsi də o dövrdə onların nüfuz dairəsinə daxil olubdur. Və Şirvandakı və ta Terekdən üzü bəri ərazilərin hamısında Şirvan bəylərbəyliyin tərkibində olduğunu görürük. Bu mənada çox üzr istəyirəm. Yəni mən nə demək istəyirəm? Sualım həm də bu olacaq ki, o digər bəylərbəyliklər ki var, dedici 6 dənə bəylərbəylik. Mən məsələn sənədlərdən belə oxuyuram, Akakda da bu var. Yəni Akt Kafkaski Arxeoqrafiki Komissiya. Orada Gürcüstandakı arxivdən 17-ci əsrin son 18-ci əvvəlləri bəli, o Azərbaycan Qarabağın tərkibində Azərbaycan bəylərbəyinə tabe idi. Yəni bu Təbrizdə oturan bəylərbəyiyə tabe idi. Yox, Samir, orada bir yanlışlıq var. Yəni Gürcüstanla bağlı o Akak sənədlərində olanların da böyük əksəriyyəti söhbət Gəncə Qarabağdan gedir. Gəncə Qarabağ bəylərbəyinin nəzarətindədir onlar. Və hətta biz Səfəvlərin süqutu dövründə belə, yəni 1736-cı ildə Muğanda keçirilən qurultay, onun nəticələrində belə Nadir Şahın şah seçilməsinə etirazın kökündə duranlar da yenə Qarabağdır. Ona görə də o ən mühüm zərbəni yeyənlər də oldu. Qarabağ əhalisinin döyüşkən tayfaların İran içərilərinə köçürülməsi, Xorasana aparılması onunla bağlıdır. İndiki Əfqanistan hissəsinə o dövrdə köçürülübdür. Ən böyük Qarabağ vilayəti və digərləri Əfqanistanda, Kabil yaxınlığında onunla bağlıdır. Yəni bu mənada Azərbaycan çox maraqlıdır ki, imperiyanın həm idarə edilməsində, həm də onun yaşadılmasında ən mühüm nəbzin təşkil edib. Yəni o Azərbaycana vurğu onunla bağlıdır və eyni zamanda da biz Şah Abbas dövründə itirilən vilayətlərimizin Azərbaycan torpaqlarının geri qaytarılmasına o hansı o dəqiqliklə yanaşılmasının kökündə duran da odur. Çünki
dövlətin yaşanmasında, onun yaşadılmasında ən mühüm amil kimi Azərbaycan o coğrafiyası, orada yetişdirilən məhsullar, təbii ehtiyatlar və digərləri şübhəsiz ki, İranın şərləri ilə müqayisə edilməz dərəcədə üstündür. Yəni bu mənada dövlət həmişə marağında olubdur ki, ora daha o dəqiqliklə yanaşsın. Bəs Azərbaycan əhalisinə hansı güzəştlər olunubdur bu Səfəvi 17, xüsusən 17-ci əsrdə? Məsələn, Şah Abbas dövrünə əgər bir nəzər salsaq, Şah Abbasın daxili siyasətində ən önəm verdiyi məsələlərdən biridir. Məsələn, 1598-ci il Polisalar döyüşündən sonra, Şeybanlar üzərində qələbədən sonra İsfahan əhalisi, yəni Xorasana yaxın olduğu üçün ən mühüm vergilərdən azad olunubdur. Onlar içində biz həm yaylaq vergisini qoyuruq, qoyun başından alınan sərkərdə vergisini görürük. O yüzden 20 min tümən böyük rəqəmdir. Yəni onlardan azad olunmasıdır və Azərbaycan ərazisi isə hərbi əməkdarın gedişində 1607-ci illərdə, indiki verim, 4-cü ildə, yəni 3-cü ilin sonunda artıq biz Naxçıvanın eyni zamanda Ordubadan azad olunmasını görürük. Məsələn, Ordubaddakı məscid üzərində Şah Abbasın 6-cı il fərmanı var. Yəni Ordubad əhalisi divana unutulan bütün vergilərdən azad olunubdur. 6-cı ilin martı eyni zamanda ardınca Bakının və Dərbəndin azad olunması. Bakıdakı Cuma məscidinin üzərində Şah Abbasın fərmanı var. Ən mühüm konalqa vergisini tutmuş nələrdən azad olunması. Eyni prosesi biz Dərbənddə də görürük. Yəni Şah Abbas hərbi əməkdar nəticəsində əhali üzərinə düşən ən ağır yükü demək olar ki, müharibədən sonraki dövrlərdə də biz onun azaldıldığını görürük. Yəni onun içərisində şübhəsiz ki, Azərbaycan da önündə gedən mühüm ərazilərdən biri kimi özünü göstərir. Və eyni zamanda Təbrizə və digərləri ilə də bağlı biz bunları görürük. Yəni bu onu göstərir ki, dövlətin idarə edilməsində şübhəsiz ki, dövləti yaşadan onun əhalisinə alınan vergilərdir. Ordunu da saxlayan odur. Ona görə də ora bir o diqqət həmişə gözlənilibdir. Əgər ona biz diqqətin 17-ci əsrin son 18-ci əvvəllərində itirildiyini görəndə, görürsən ki, baş verən hadisələrdə Səfəvi hökmdarları əlacsız qalıblar və baxmayaraq ki, 100 minlərlə ordusu olubdur, ancaq adi kiçik hərbi dəstələr qarşısında biz onların aciz olduğunu görürük. Yəni onun kökündə duran məsələlərdən biri odur. Çox təşəkkür edirəm Tofiq müəllim. Şəxsən mən zövq aldım. Mən təşəkkür edirəm ki, belə bir prosesi təşkil elədin. Ən azından bu sahədə marağı olanlar üçün mənə elə gəlir ki, müəyyən məlumatlar onlara çatdırıldı. Sən bir məsələni qeyd eləmişdin, əvvəlində ola bilsin ki, unuttun, Babur Moğol məsələsi idi. Hə, o məsələ bəli. Məsələni bəli. Onu da səsləndirək qalmasın. O inşallah qalar gələn dəfəki mövzu. Olur, mümkündür. Yəni elə bir onunla bağlı ayrıca bir necə deyirlər, veriliş təşkil edərik. Olar, mümkündür. Mən xüsusən də o mövzu mənim üçün maraqlıdır. Babura dəstək verməsi. Tək Baburla bağlı yox. Mən düşünürəm ki, o məsələni biz həm də, çünki Azərbaycan tarixşünaslığında o demək olar ki, mənim o tədqiqatıma qədər işıqlandırılmayan mühüm məsələlərdən biridir. Dekanın Türk-Müsəlman sultanlıqları ilə də əlaqələr. Yəni onu inşallah mən bir məsələni onunla eləyərsən, yəni oxucularımız üçün də, maraqlı olanlar üçün də mühüm məsələlər orada. Xahiş eləyəcəm sizdən onunla bağlı bir veriliş sırf ona həsr edərik. Çox sağ olun, təşəkkür edirəm. Oldu. Hörmətli izləyicilər, bizim müsahibimiz görkəmli alim Tofiq Nəcəfli idi. Kanalı izləməyi unutmayın və bu verilişi də paylaşın ki, bizim ulu əcdadlarımızla bağlı olan yanlış məlumatlar sürdülsün. Yəni onların yanlış olduğu elmi faktlarla biz burada yəni onları biz göstəririk. Yanlış olduğunu göstəririk faktlarla. Bəziləri kimi quru söz demirik, iftira atırıq. Tofiq müəllim, ondan qabaq danışan Namiq müəllim, bunlar hamısı faktla danışırlar, sənədlə danışırlar. Ona görə belə verilişlər mən hesab edirəm ki, bizə lazımdır. Siz isə kanala abunə olun, like düyməsini sıxın ki, bu daha çox adama görünsün. Sağ olun, gəlin görüşlərə qədər. Çox sağ olun.